Səfər neçə gündür mənə deyir ki, su gəlir, su gəlir. Birincisi, Ləmana mən soyu bilirsən nə vaxt istəmişəm. Turanı Allahın şahididir, qoşaram ona, danışar da. O vaxt bizim evimizdə su gəlmirdi. Mən şeygilə gedirdim. Mən su istəyirdim. O vaxtda mən inşaatçılarda işlədim. Bir dəfə su gəlmirdi bizə. O vaxt mən Ləmana demişəm ki, Ləman sizdən su gəlirsə gəlib saçımı yuyum. Ondan sonra işə gedəcəm. Bunu neçə aydır mən o işdən çıxmışam və ondan sonra neçədən işdə işləmişəm. Durub deyir ki, Səvər mənə su istəyib məndən. Mən səndən harada su istəmişəm? Su demişəm, su var sizdə, gəlin mən orada su varsa gəlin sizdə çimiyim. Mən demişəm ki, yox, saçımı yuyacam. Mən dün o günləri mənim mahnım çıxdı. Ləman, sən məni axtarmırdın, yazırdım sənə, hər yerdən sənə yazırdım. Səndən danışmaq istəyirdim, barışmaq istəyirdim. Mənə izləyicilər də demişdi. Sonra mənə Rüzgar da dedi, mənim kayıtlarımı eləyən oğlan. Dedi ki, Səvər, nə vaxt sən Ləmanla dalaşdın, Ləmanla şey oldu, barışın, bir araya gəlinizlər. Dedim, hə, ola bilər də, indi bir dənə səhvdir mən eləmişəm, o eləyib, aramızda söz-söhbət olub. Yaxşı, mən barışaram. Mən bu insanla barışmağa neçə dənə yoldan keçdim, mən bu insanla barışmaq istədim. Bu məndə barışmaq istəmədi. Dedi ki, mən barışmıram, nə bilim, sizə də izləyicilər, sizə də dedi ki, mən danışmaq istəmirəm, mən barışmaq istəmirəm, nə bilim, Səvər mənim haqqımda belə danışdım, belə ondan işim yoxdur, nə bilim, nə. O günləri mənim mahnım çıxdı. Ləman gəldi mənim videomun altına yazdı ki, hamı müğənni oldum, mən qaldım. Getdi mənim mahnıma da video çəkdi. Ləman, Allah canımı sağ eləsin, demirəm, ha, pislik eləmişsən mənə. Çəkdi, paylaşdın. Mənə dedin ki, Səvər, 2 günə səni yığacam, gələrsən bizə. Mən ondan qabaq neçə dəfə yazmışam, axtarmışam, ay Ləman belə, ay Ləman elə. Necəsən, neysən, sən məni axtarmırdın, sən məni evə dəvət eləmirdin, sən... Nə vaxt, mən sizə dünənləri mənim mahnım çıxdı, sən deyirsən ki, Səvər, davay dur gəl bizə. Qardaş, durdum getdim bunlara, adam kimi, bələmə, sən xətrivə dəyməsin, sən evə gəldim, elə bir ki, qaş qabaq tökmüsən, ancaq belə nə gülürsən, nə əylənirsən, elə bir ki, 4 divar arasında oturmuşsan, nə üzün gülür, nə bir şeyin gülür, heç nə də, ancaq qapqara, İraq olsun, ya Rəbbim. Mən də heç nə demədim, elə yetim kimi dünənləri oturmuşdum. Nə 2 gündür yetim kimi oturmuşdum. Deyir, yetimin də damarı bir dəfə şey olar da, basarsan. Deyir, ilanın şeyini, qoyruğunu basarsan, ilan danışar da, sancıyar da. Mən də yetim kimi götürdüm, dedim ki, Ləman, mən Vərizərlə oynamıram. Mən Ləmana dedim. Dedim, Ləman, mən Vərizərlə oynamıram, amma məni ondan qoşma. Vərizərlə bizim aramızda söz-söhbət olub, mən söz-söhbətdən qaçıram. İndi Vərizərlə heç bir işim yox idi, danışmırdım zaten. Amma bir-birimizin haqqında heç də danışırdı. Vərizər arada orada danışırdı, ha, heç nə demirdim mən. Ləman bugün durur, mənim haqqımda danışır. Durur, deyir ki, şeydir. Hə, Ləman dedi ki, Ləman heç nə eləmədi. Axşam canlı açdı, dedi, heç nə olmaz, axşam canlı saat 12-də. Qayıtdı mənə dedi ki, Səvər, Niko neçə gündür qodurub, canlı açmamışdan qabaq. Neçə gündür Niko qodurub, Nikoya sözümü deyəcəm, mənə dedi. Nikoya sözümü axşam deyəcəm, Niko nə bilim mənə belə deyib, elə deyib, mən bilmirəm artıq Niko buna nə deyib, nə eləyib. Mənim heç nədə xəbərim yoxdur. Mənə dedi, mən də heç nə demədim. İndi bu danışdı, belə oyan boyan. Mən dedim ki, mən Vəlizərlə küsəm, Vəlizərlə danışmıram. Vəlizərlə küs deyəndə mənim videomu paylaşmışdı. Biraz elə bir ki, barışmaq reyində var idim mən. Mənim videomu təkrar paylaşımı zad eləmişdi. Amma özümü göstərmədim. Orada nə özümü göstərdim, onlar söhbət elədi. Qoşdu Vəlizarı bacı. Məni də elə bir ki, qoydu, elə bir ki, kozur bildi məni. Bilmirəm, məni gördü mü belə həvəsə gəldi belə. Vəlizara bundan 2 gün, 3 gün qabaq, 4 gün qabaq heç nə demirdim. Məni görən kimi başladım Vəlizardan danışmağa. Səvərin mahnısı çıxdı, məni dəvət elədin evə. Götürdün, məni qoydun ortağa. Mən nə ilə gəlmişdim, nə ilə qayıtdım. Saat 12'ni gözlədim. Dedim, saat 12 olsun, mən canlı açıb Vəlizara sözümü deyəcəm. Davay, Vəlizarla dalaşdıq, elədiniz. Mən nə üzümü göstərdim, mən nə səsimi çıxartdım, heç nə də demədim. Arada oralarda miyoluyirdim, zat eləyirdim, heç ona da icazə vermədiniz ki, mən danışım bir kere sən, ancaq belə danışırsan, başa. Sənin danışmağındır, sən heç nə, sən ancaq ömür boyu danışırsan, başa. Sən hamı bilir ki, Ləman, sən burada davakarsan da, sən hamı bilir ki, sən burada dalaşırsan da, sən xətrifə dəyməz, sən hamı bilir ki, sən davakarlıqla, sən söhbət eləyə dalaşa canlı yığmısan, yayınıvı qaldırmısan, bacı, bunu hamı bilir. İndi sən Niko ilə dalaşmısan, hamı bunu, bütün bir dənə izləyici dava mənə yazsın ki, Ləmanı siz sakit olaraq tanımısınız. Kim Ləmanı sakit olaraq tanıyıb? Dava yazın. İnsanlar özləri yaxşı bilir ki, Ləman dava eləyə, canlı 100 nəfər, 1000 nəfər, 10K, 11K, 16K, Vəlizlər gəldi, hamınız elə bir ki,
demişəm 400 nəfər olub, 500 nəfər olub, arada bir qaya qalxıb, 2 qaya mənim canımda qışqıraraq, ha, huy, mən belə canımı qaldırmışam. Mən kiminsə dalınca danışım, canlı qaldırmamışam. Kiminsə haqqına girib canlını qaldırmamışam. Orada da o qız var, nədir onun adı? Meyza xanım mənə dəstək olub. Allah razı olsun. Olub mənə az dəstək olub, özlə deyim. Amma olub mənə vaxtı ki. Yox, Meyza, durub deyirsən ki, mən sənə ev verirdim. Meyza, sən mənə ev verirdin. Hanı bası o ev? Vaxtında mənə ev ver. İndi mən özümə ipoteka ev götürmüşəm. Deyirsən ki, mən Sevərə ev vermişəm. Sən mənə harda demişsən ki, Sevər, mən sənə ev ver. Mən sənə Allah yəni heç kimin, Allah hər kəsin qəlbini görür. Ola bilər sizin pulunuz olsun, sizin Allah sizə yetirib eləmə çox yetirsin. Amma çalış, zəifi əzməyin. Siz hamınız elə bil ki, məni görürsünüz bu TikTokda. Elə hamınız bulbular yığışıbsınız elə bil. Elə bir dənə Sevər günahkardır, mənim üstümə gəlirsən, durub orada ləmənə qayıdıb deyirsən ki, durub sən əgər məni bu qədər düşünürsənsə, məni fikirləşən adamsansa, Meyza, sən mənim direktimə bu söhbətdən 3 ay, 4 ay keçib, sən belə məni fikirləşən insansansa, sən mənim direktim açıqdır, mənim takibimdə belə olan adamsan, sən mənə durub deməlisən ki, gəlib mənə yaza bilərdi ki, Sevər, qızım, deyirsən, o mənim uşaq, nə bilim, Sevər, mənim neçə yaşım var, nə bilim, mən səndən böyüyəm, oyan, buyan. Yəni, sən durub mənə deyə bilərdin ki, Sevər, sən o hərəkəti düzgün deyil. Onu hamı bilir ki, mənim o hərəkətim düzgün deyil. İndi eləmişəm, bir qələt deyədim, indi getdim, indi video çəkdim. Hamınızı kimdir günah ki? Kimin günahı yoxdur? Kim səhv eləməyib? Hansınız eləməmişsiniz? İndi siz gizli səhv eləmişsiniz deyə, siz gizlin altdan iş görmüşsünüz deyə, o deməkdir, siz mələksiniz, hə? Siz mələksiz belə çıxır. Sən durub məni insanların içində heç bir bu qədər vaxtı sən danışma. Bugün mən gedib Ləmanla qoşulmuşam. Sən orada qoşul Ləmanın canlısına. Sən mənə durub mənə qayıt denən ki, sən filankəsin qucağına atlanmışsan, nə bilim, beləmişim. Ay bacı, eləmişəm, bir səhv də eləmişəm, bir qələt də eləmişəm. İndi o boyda qız var, orada elə TikToker var. Bir dənə hərəkət elədi. Valla bütün TikTok'a Meyza qarışıq. Hamı səfərdən tutmuş. Bütün hər kəs da hamısı o qızın tərəfini saxladı burada. O qız qədər 10 kimi eləməmişəm ki. Hələ o bunu demirəm. 1000 dənə kişi ilə video çəkib Türkiyədən bu yana o yana gəzdilər. 1000 dənə okya çıxartdılar. Hansısa bir kişinin altından çıxmamışam ki. Hansısa bir oğlandan arasız getmişəm. Mənə də deyirsiniz ki, nə bilim 700 manata çıxır. Ay bacı, mən qız uşağıyam. Bu sözü mən deməməliydim. Artıq məni elə bir şeyə çıxartdınız ki, onu da deyirəm. Mən gedib indi ekspertdir, nədir, ondan çıxardacam, gətirib qoyacam məhkəmənin qabağında. Sizə hamınıza da, siz məni buna məcbur elədiniz. Başa, üzr istəyirəm böyüklərdən. Bunu mən deməməliydim. O qədər məni siz şeyə çıxartdınız ki, mən ekspertlərdən çıxardacam ki, mən həqiqətən də qız uşağıyam. Mən heç bir insanla, heç bir əlaqəm olmayıb. Mən heç bir, elə bir insan da deyirəm. Başa düşdüm, bunu çıxardacam ekspertlərdən. Gətirib qoyacam, mən qanunuma güvənəm. Başa düşdüm, qanun var. Meyza, durub deyirsən ki, Ləmana ki, sən onu durub salardın təpiyin altına. Mənə videolarını atıblar. Sevəri götürüb salardın təpiyin altına. Meyza, sən də mənim kimi balaca ola bilərdin. Meyza, sənin qızına da kimsə söz desə, sənin də ürəyin yanar. Sən də durub öz qızını savunarsan. Düzdür, mənim anam çıxıb burada məni savuna bilmir. Amma mən özümə indi mən də normal şəkildə mən özümü savunmaya ola bilərəm. Amma Meyza, sənin də qızın var. Sənin də uşağın. Mənim sənə bir pisliyim deyim. Mən indiyə qədər ki, hansısa bir TikToker olsun, hansısa bir yayıncı olsun, hamınız da mənə ağzına gəlmişsiniz. Sən durub Ləmana deyirsən ki, Ləman, onu salardın təpiyin altına. Onun puludur, onun nəyidir, hər şey mənlikdir. Mən səni qarşılayardım. Məhkəmə də mənlikdir. Bu düzgündür. İndi mən balaca yaranmışam deyə, bu hamınızın başına gələ bilər. Bu hər kəsin uşağının başına gələ biləcək. Mənim atam da normaldır, mənim anam da normaldır. Mən atasız bir qızam, mən tək başıma bura kimi gəlib çıxmışam. İndi sizin gözünüz sadəcə məni mi görür, hə? Ləman durur oradan danışır, bu bir Meyza, mənim xətrimə nə deyir? Sən durub mənim haqqımda danışırsan, Ləman da durur sənə deyir ki, hə, Meyza, Sevəri sal ginən yerə, Sevəri nə deyirsən Sevərə deyə bilərsən. Narahat olma, Meyza, Ləman sən deyirsən, bu mənim xətrimə dəydi. Bizim aramızda mən səni dost bilmişəm, səninlə söhbət eləmişəm, danışmışım. İnsan deyir, harada deyir qaldın, insanın arasında söhbət də olar, danışar da, bir-birine şey olar, onu durup görə canlıda deyəsən ki, Sevər filan kəsə belə dedi, mən belə dedim, siz arxanca da danışırsınız, arada qatırsınız, elə hamısı. Mənimcə o boyda TikTokerlərlə mən danışmışam, nələr görmüşəm, hələ bir dəfə olsun çıxıb demişəm, ay filan kəs belədir, filan kəs elədir, onun haqqında belə danışın, elə danışın, filan kəs filan yoldadır, siz burada onu savunursunuz, mən onu tanıyıram realda. Demişəm,
deməmişəm, demərəm də. Çünki mənim nəyimə qalıb? Niyə mən kimisə haqqına girməliyəm? Niyə mən kimisə haqqında danışmalıyam, hə? Durup Vəlizar mənim mahnıma oynuyordu. Vəlizar mənə 700'lük dedi. Ləman mənə Vəlizar niyə 700'lük dedi? Sən durdun dedin ki, nə bilim, Sevərə sən qalik demisən. Vəlizar, onda sənin ətrafındakilər də qalikdir. Demirəm, ay, sən mənim heç kim burada, bu TikTokda heç kimi tərəfini saxlamır. Hamınız özünüzə işləyirsiniz. Hamınız özünüzə spirim yığırsınız. Elə Ləman, sən də elə məni çağırmırdın evinə. Yalvar, yaxar, Ləman, səndən barışmaq istəyirdim. Nə oldu? Mənim mahnım çıxdı. Sən məni götürdün, çağırdın evə. Sən elə o Məhmədi gözləyirdin ki, mənlə Vəlizarı, elə bilirdin elə Vəlizarla bizim aramızda söz-söhbət. Elə məni kozur olaraq qoydun yanına. Mən də yetim, qaldım belə, baxdım ekrana. Sən də başladın, dalaşdın elə Vəlizar. Elə sən ondan mənə qayıtdın, dedi ki, mən sənin evə girdim. Sən mənə qayıtdın, dedin ki, Sevər, mən axşam, mən Nikoya söz verirəm. Sən mənə dedin ki, sən mənə yığdın telefonda. Sevər, bizə gör tema var. Sevər, bizə gör tema var. Sən mənə yığmışsan, mənə WhatsAppda. Düzdür, ondan qabaq mən sənə yalvarmışam, yaxarmışam. Ləman, barışaq, Ləman, belə, Ləman, sən məni evimə çağırmırdın ki. Sən mənə demişdin, izləyicilər, sən nə oldu, sən mahnım çıxdı, sən məni davət elədin. Demirəm pis eləmişsən, pis deyələmişsən. Çağırmışsan, Allah canımı sağ eləsin. Mən də adam kimi mən kimin evinə getmişəm, dava dalaş eləmişəm, çıxmışam. Mən sənin evə gəldim, girdim. Sən elə bir ki, bacı gülmürsən. Ay bacı, sənin xəstəliyin var. Səndə çatmırsan, sən qışqırırsan, bağırırsan, sənin psixoloqan yerindədir. Arada bir insanlarla dostluq elə, bir ətrafına bir dost da, bir qız da, bir əylən, bir de, gül. Biraz ancaq 4 divar arasına girmişsən sən, ancaq sən əsəbisən, Ləman, sənin psixologiyan pozulub, sən yaxşı deyilsən. Arada bir insanların içinə çıx. Nə olsun, mən rayondan gəlmişəm. Mən sənə baxıram, deyirəm, ay Allah, elə bil ki, mən rayonda yaşamışam. Elə bil sən rayonda yaşamışsan, mən Bakıda yaşamışam. Baba, elə görürəm, başa düşdün, sən psixologiyan yerində deyilsən. Hamıya çatana dalaşırsan. Bilsən niyə, Ləman? Sən uşu görürsən, sənin yayının düşüb, sənin canında adam yoxdur. Sən uşu dəli olmuşsan. Hamı Ləmanı izləyirdi, hamı Ləmana baxırdı. İndi hamı Vəlizara baxır. Bacım, mənim canımda 300 nəfər olub, mənim canımda 400 nəfər olub. Mən oynamışam Vəlizarla, oynamışam. Vəlizarla PK eləmişəm. Vəlizar mənə ağzına gələn deyib. Ondan sonra mənim ev təmandan sonra mənim Vəlizarla söhbətimiz bağlanıb. Nə mən Vəlizarın danışmışam, nə Vəlizarla mən söz demişəm, heç nə deməmişəm. Durub dünənləri də Vəlizar heç nə demirdi. Sən məni kozor olaraq gördün, Vəlizarla bizim aramızı vurdun yenə orada. Zaten biz danışmırdıq. Siz Allahın şahidisiniz millət. Mən orada oturdum onun yanında. Mən oturdum belə eşek kimi oturup. Əvvəl belə değildi. Mən bunun evinə 10 səfər getmişdim. Bu çox mehriban idi. Bu deyirdi, gülürdü, əylənirdi. Bu insanı mən bu səfər bunun evinə getdim. Mən şoka düşdüm. Mən qaldım belə. Dedim, ay Allah, bu qız nə gülür, nə danışır, nə şey eləyir. Ancaq belə özünə qapanıb. Mən səni mən səni qınamıram. Sən anladın, bir psixoloqa get və öz psixoloğu şeyə get. Başa düşdün? Mən bir ara elə idim, mən psixoloqa getdim. Bu pis bir şey deyil. Psixoloqa get, bir danış, bir dərd. Bəlkə kiməsə elə bir dərdim var, heç kimə danışa bilmirsən bacı. Get psixoloqa danış ki, bəlkə sənə bir yardım elədi, bir kömək elədi, bir insan içinə çıx, bir gəz, bir əylən. Hamı ilə dalaş, dava elə filan, belə elə. Sən niyə belə edirsən axı? İndi ola bilər sənin kütlən olsun, sənin tərəfini saxlasınlar, sənin yanında olsun, mən heç kimi qınamıram. Amma Meyza, sənin o sözün var, mənə deyirsən, sənlə mənə qayıdıb deyirsən ki, Sevəri çırpardın, salardın təpiyin altına. Meyza, sən də mənim kimi balaca ola bilərdin. Mən də indi belə qanıqdır. Sən deyirsən, o deyir ki, Sevər özü divara vurdu. Mən özümü harada divara vurdum? Meyza sözünü dedi mənə, mən zaten evə gələcəkdim. Meyza mənə o sözü dedi, mənim xətrimə dedi. İnsan olaraq insanın xətrində dəyəcək bir şeydir. Mənim xətrimə dedi, dedim, mən gedirəm. Dedim, Ləman, mən gedirəm. Ləman qayıdıb deyir ki, Meyza'ya qayıd dedi ki, narahat olma. Meyza'ya deyir. Meyza deyir, narahat olma. Meyza, bunu yox, sürür, sən narahat olma. Sevəri sal gidən deyə də bilmirəm, danışa da bilmirəm. Meyza da buna qayıdıb deyir ki, sən onu salsaydın təpiyin altına, Sevəri belə çırpsaydın evdə, hər şey mənlikdir. Demək, hər şey pulun altındadır da belə çıxır. Demək, zəif olan insanları, zəif insanları yıxın, sürüyün, vurun, çırpın, öldürün, nə bilim, başına oynatın. Sonra da mən sənə pul verəcəm, üstü, başını bağla. Yaxşı. Ay bala, bura Azərbaycandır və bizim qanunlarımız var. Mən dövlətimə güvənirəm. Mənim kimi insanlar balaca olsa da, mən bilirəm ki, bizim kimi insanlar zəifdir. Amma mənim dövlətim heç bir zaman dövlət icazə verməz ki, bizim kimi zəif olan insanlara kimsə burada əl qaldırsın. Heç kimin başı içinə deyil ki, artıq özünüzü yığışdırın. Elə eləməyin ki, mən buradan
ehtiyacım var. Elə eləməyin, mən artıq hamınız məni təkləmişsiniz. Valla bu tiktokerlər sizə səslənirəm. Bax, bəstiriz, artıq mənim adımı çəkməyin, hallandırmayın. Vurun, mən artıq o günləri, mən anamla bağlı, buradan yəni çox şükür, dövlətimə çox şükür. O günləri anamla bağlı bir problem çıxmışdı. Bunun adını çəkmək istəmirəm. Mən burada səsləndim dövlətimə. Mənim dövlətim o dəqiqə mənə geri dönüş elədi ki, Səvər, sən narahat olma, biz hər şeyi qaydasına qoyacağıq. Elə də qaydasına qoydular. Və elə eləməyin ki, yardım istəyim onlardan. Və yenə də bəzi bu tiktokerlər var. Bax, sizin həddinizi sizə bildirəcəklər. Başa düşdün? Mənim boyum balacadır deyə siz hamınız mənim üstümə gəlmə haqqınız yoxdur. Başa düşdün? Mən balaca ola bilərəm. Mən balaca ola bilərəm. İndi mən gücsüz ola bilərəm. Mən sizin kimi milyoner olmaya bilərəm. Bu Meyza'ya deyirəm. Sənin kimi pulum olmaya bilər. Amma Meyza, sən mənə dəstək olmuşsan. Orada dedim də. Meyza, sağ ol, mənə dəstək olmuş. Dedim ki, Səvər, mən sənə dəstək olmuşam. Azdan çıxdım. Sən dur cəmaatın içində denən ki, Səvərə belə, Səvərə elə. Səvər deyir, nədir? Səsini deyir, çıxardır, deyir. Ləman, o sənə səsini yüksəldir. Mənə deyir, nədir Ləman, mənim ağzıma pox qoyacaq. Siz də mənə bağışlayır. Mən duracam Ləmana deyəcəm, Ləman, gəl otur başımın təpəsində. Mənə ağzına gələni de. Mən danışan insan deyiləm. Mən səbr edən insanım. 3-2 gündür onlardayam. Səbrim taşdı artıq. Mən susdum. Ləman gəl deyir, burada oturma. Gəl deyir, belə eləmə. Bayaq da onun canlısının qabağına keçmişəm. Bedir mənə. Mənim canlımın qabağına keçmə, Səvər. Mənə deyir. Mənim canlımın qabağına keçmə. Şey olacaq. Canlım gedəcək. Mənim canlım orada ağzına gələn danışır. Mənim TikTok TikTok vurub dənə qalıb mənim nəslimi tanısın. TikTok mənim içimi bilir. Başa düşdün, Ləman? Görəm ki, mən paxıl insanlarla demirəm, paxılsan. Bilmirəm, sən nəsən? Amma valla sən o elədiyi hərəkətlər insanın evinə qonaq gələr. Qurana anlısın, mənim evimə balaca bir dənə evim var da. Mənim evimə qonaq gəlir. Mən elə öz otağımda qızları yatızdırım, deyirəm, qızlar burada yatır. Bir də Turana Allahın şahidi, Turana bizə gəlmişsən də, buradadırsa. O günləri Səbdə gəlmişdi. Elə onu qarşılayıram ki, nasıl ki mənim boyum balacadır. Mən elə qarşılayıram ki qonağımı. Mənim qonağım elə rahat olsun ki, sabah çıxıb gedib deməsin ki, Səvərin evinə getdi, Səvər mənim belə elədi, elə elədi. Başa elə mehribançılıq yaradan insanam mən, başa düşdün? Sən mən özün öz evə dəvət eləmişsən. Adam bir insan olar, bir insafın olsun, sənin insafın. Durub məni haqqımda danışır. Elə sən elə vurdun da elə. Sən elə kaos axtarırdın. Elə sən Məhəmməd axtarırdın. Gələ belə tutasan belə bu şeyi, bu vəlizarı. Tutasan elə bir siz var ha. Siz TikTok elə belə sizin əlinizdə olsa elə vəlizarı belə ikiyə bölərsiniz. Bax bu ölsün eləyərsiniz də yəni. Üstsüz oldu mu? Üstsüz arvadlar olur. Məni o qədər elədiniz ki, bu TikTokda o səssiz, səbansız insanı, mən balaca TikTok, internet bilməyən adamıydım. Sizin qabağınıza çıxdım, mənə hər şeyi öyrətdiniz. Şu internet, TikToku bilən adammış oldum mən. O yorumları kim bağlayır? Açın da yorumları. Çıxardacam hamınızı blok şeydən, takipdən. Nədir onun adı? Kim bağladı yorumu? Da mənə yazır ki, yuxarıdan gedirəm, səni verirəm polisə. Get verginən, Ləman, sən mənim haqqımda danışmırsan, mən sənin haqqında danışmışam. Yorumları kim bağladı, uşaqlar? Yorumu kim, Ləman, Turana sən bağladın? Aç da bu yorumları, Turana sən aça bilirsən. Gedir mənə yazıb ki, sən gedib polisə verirəm. Elə ayıb elə sənə olsun, Ləman, get verginən polisə. Get ver, mənim olsun əlacım yox. O boyda mənə söz demişsiniz, o boyda mənə söz demişsiniz də. Göz uşaqlar, o boyda mənə söz dedi Ləman. Mən burada polis adı çəkmədim. Demədim ki, mən gedib sizi polisə... O boyda vəlizar mənə nələr dedi. Mən gedib bir polisə heç nə demədim. Gör sən necə 200'lü qızsan ki, necə paxılsan ki. Mənə durub burada yazır ki, mən sənə polisə verirəm. Başında, get verginə sən mən polisə. Polisə gəlin, səni söyməmişəm, təhqir eləməmişəm. Sən məni evindən qovmuşsan, qovmamışsan, mən özüm çıxmışam o evdən daha doğrusu. Sən mənə durubsa və Meyzanı qoşmuşsan oraya. Yəqin Meyza sənə deyib ki, get Səvəri ver polisə, mən sənin arxandayım. Sizin pulunuz var da, sizin pulunuz var, siz mənə polisə də verərsiniz. Siz mənə başıma oyun da açarsınız. Sənə elə bu sözləri elə Meyza dedi ki, Ləman, sən bunu ver polisə, mənlikdir. Demədi ki, Meyza demədi ki burada. Ay millət, Meyza deməyib ki, onun indi videosunu da paylaşacağım. Meyza burada deyir ki, Ləman get Səvəri çırp, vur, döy, mənlikdir. İndi Ləman mənə deyir ki, sən polisə verəcəm. Bunu necə, bu cəsarəti mən heç də eləməmişəm, söyməmişəm, heç də eləməmişəm. Ləman gedib məni polisə verir. Niyə verir? Çünki burada Meyza onun arxasında.
arasındadır. Meyza ona pul verir ki, Səməri və sal içəri. Davay onda. Mən də burada polis Azərbaycana səsləndirəm ki, xahiş edirəm sizdən mənə kömək eləyin. Çünki bu Ləman mənə deyir ki, sən polisə verirəm. Mənim heç kimim yoxdur, mənim pulum da yoxdur, oradan çıxım. Mən də burada qanuni şəkildə səsləndirəm. Mənim cəzam varsa, mən bilirəm ki, haqq yolunu tapacaq. Qanun qanundur. Mənim səhvim varsa öz cəzamı çəkəcəm. Mən də burada polis Azərbaycana səsləndirəm ki, çox xahiş edirəm. Artıq dərəcə Ləman mənə oradan yazır ki, sən polisə verəcəm. Meyza da oradan deyir ki, Meyza burada deyil. Ona deyir ki, mənlikdir, puldur, nədir? Mən də buradan qanuni şəkildə qanuna səslənirəm. Xahiş edirəm, dövlətimə səslənirəm. Mənim heç kimim yoxdur. Sizin dəstəyinizə ehtiyacım var. Məni tək qoymayın. Bunlar mənə bunu eləyirlərsə, mən də bunu eləyirəm. Başa düşdünüz? İndi sən mən polisə verirsən, mən də qanun. Mən də indi mənim cəzam varsa, qoy mən cəzamı çəkim. Qoy mənim cəzam varsa, qoy mən cəzamı çəkim. Eyb yoxdur. Mən özümü necə qoruyum bəs? Hə? O mənə orada da qorxu gəlir, deyir, sənə polisə verəcəm. Bəs mən necə özümü qoruyum? Hə? Mən özümü bir şəkildə qorumalıyam ya yox. Mənim də qanundan başqa kimim var? Hə? Mənim izləyicilərimdən başqa, mənim şeydən başqa kimim var? Heç kimim yoxdur ki, özünüz də bilirsiniz ki, mən atasız bir dənə qızam, başa düşdün? Bir dənə anam var, xəstə bir dənə anam var mənim. O boyda Velzar mənə nələr dizdirdi. Sən mənə dur orada, mənə Meyza da desin sevər, belə elə döy, vur, çırp, belə denən. Sonra da sən dur mənə denən ki, burada şeydir, mən sənə polisə verəm. Dava get ver. Get ver. Mən özüm üçün mən neçə vaxtı mən qaldım o zaman. Mən prim insan deyiləm dostlar. Mən prim yığan insan olsam, mən burada prim yığmağa qalsa, mən burada mən uzaqlaşırdım. Mən qalmaqal yaratmıram. O video bəzər arxamca danışdı, bu danışdı. Hamısından da qaçdım. Getdim mahnını çıxartdım ki, dedim qoy mən mahnını çıxardım. Qoy mənim başım sakit qalsın. Mən öz mahnıma qulaq asım. Özüm üçün başqa cür qazanım da bu pulumu. Başqa cür qazanım öz pulumu. Bunlar yenə də mənə ilişdilər. O biri oradan ilişdi, bu biri buradan ilişdi. Mən artıq qalmışam ama həqiqətən bilmirəm mən nə eləyim. Mən özümə nəsə eləməyə hədə çatdırdılar məni. Bilmirəm özümü necə ifadə eləyim, necə müdafiə eləyim. Ancaq qışqır, bar. Mən də belə balaca bir dənə balaca pişik olur anasını. Pişiyin dili yoxdur ki. Balaca pişik olur belə uşağına belə əl vurarsa pişik fıs eləyir, vurur ki, mənim uşağıma əl vurma. Mən də özümü necə qorumalıyam? Mən də indi elə. Başa balaca bir pişiyə belə yaxınlaş, pişiyə bir dənə şeylə pişik özünü necə qoruyur? Mən də boyum balacadır, mən də öz səsimlə özümü qoruyuram. Mən də qışqırarak, bağırarak eləyirəm ki, məndən uzaq dursun. Ay Allah, ya Rəbbim sən özün kömək. Allah haqqı mən bilmirəm nə edim, amma həqiqətən bezdim mən bu insanlardan. Video çəkməyə başladım. Yavaş. Ay bacım, mən də insanam da. İndi eləmişəm, indi demişəm bir dənə söz, o sözü də deməzəydim. Siz məni tanımazdınız, etməz. İndi hər şeydə bir qismət var. Mən də belə indi sizin qarşınızda tanındım, çıxdım. Bəziləri kimi pis hərəkət eləyib çıxmamışam axı qabağınıza. Bəlkə 1000 dənə, ay Allah sənə qurban olun. Bəlkə hansısa bir kişi ilə məni tutmuşsunuz. Hansısa bir kişi ilə videomu çəkmişəm. Nə eləmişəm? Bu millət özləri burada şahiddir ki, mən necə insanam. Mən tanıyan bilir ki, mən elə insan deyiləm. Mən qalmaqal insan deyiləm. Mən təkəm deyə mənim anam çıxıb danışmır. Mənim atam çıxıb danışmır. Mənim elə bir çətin günüm olur ki, mən Allahıma and olsun deyirəm. Allah mənim belimi qırsın ki, yalan danışıramsa. Mənim elə bir günə gəlib çıxmışam ki, mən canlı açmıram. Mən canlı arada açıram. Velzar mənim haqqında danışdı. Hamı məndən danışdı. Elə bir dənə məni gördülər. Deyir, kim zəifi görsə, zəifi əzəcəklər. Elə məni zəif, valla pulu olan, gücü olan adama heç nə deyə bilməzsiniz. Valla Meyzanın pulu var deyə siz Meyzanın tərəfini saxlayırsınız. Meyza var, valla Meyza, sənin pulun olmasa heç kim nə səni tərifləyər, nə səni misafirə qoşar. Meyza, sən böyük kimi hədiyyə atmışsan deyə, böyük kimi səni sayırlar. Bilirsən sən bunu. Hər
yox. O biri mənə Sədat mənə hədiyyə atıb, yox. Məsələmi deyirəm. Davay onda Meyza, düzdür, sən mənə də hədiyyə atmısan, mən sənə hədiyyə atmışam mənə, mən səni tanımışam Meyza. İndi sənə söz deyirəm. Sən bugün bugün kimi mən Ləmana dəstək olmamışam deyə, mən Ləmana hədiyyə atmamışam deyə, bugün kimi kim kimə hədiyyə atırsa bu TikTokda, bu TikTok bağlansın. Nə Ləman Meyza'yı tanıyacaq, nə Meyza Ləmana sayacaq. Heç birini saymayacaq. Hamınız elə bir yolda bir-birinizi görəcəksiniz. Ay qız, mən o idi, mən sənə hədiyyə atırdım. Götürüb çevirib gedəcəksiniz. Başa düşdünüz? Deyəcəksiniz, nə danışır az bu? Amma bu TikToka hamı böyük qardaş olur, hamı böyük bacı olur, anam olur, canım olur, cicim olur. Ananıza, atanıza demədiyiniz atanız sözünüzü bu TikTok, bu bəzi dəstəkçilərə dediniz. Başa düşdünüz? Ananızı belə əlinin içində saxlamayan adamlar cəmaatın ərinə, cəmaatın kişisinə, cəmaatın qızına durduz belə şeylər. Baxın, mən qışqırmışam. Özümü mən qışqırmışam, razıyam. Bağırmışam, çağırmışam. Ay hədiyyə atmayın. Ay ekranımı tıklayın, ay tıklayın demişəm. Çünki mənim həqiqətən də mən bunları qanmıram. Mənim də səhvim var. Amma sizin də səhviniz var. Böyük kimi kimsə Meyzanı sayırsa puluna görə sayır. Hədiyyəsinə görə sayır. Hədiyyə atmasın Meyza, görün Meyzanı kim misafirə qoşacaq. Kim qoşacaq da Meyzanı misafirə? Meyza, düz deyirəm, yalan danışıram. Dava yazına gittin, sən yalan danışdın sevər. Hə? Acı həqiqətdir. Meyza, səni sayırlarsa pula görə sayırlar. Düzdür, Meyza dəstək olub, ehtiyacı olanlara da olub. Onlar da mənim ağlımdadır. Bilirəm mən bunlarda. Olmuşsan, amma böyük kimi hansısa bir TikToker səni sayırsa pula görə sayır. Elə bütün burada oturmayan qarışıq elə hamımız elə oturmuşuq. Elə hamımız elə hədiyyə atırsınız deyə elə siz ad şey eləyirik. Başa düşdünüz? Özümü də elə mən də sizin bunların içindəyəm. Elə mən də şey deyirəm. Özümü də qanmıram ha. Digərini sevərim və düz deyirəm. Hər burada mən yanacaqsın, elə hamımız bir yerdə yanaq. Niyə mən tək yanmalıyam? Durub indi burada mənə bacı cicini önlədir. Qoy bir dənə sadə bir dənə adam qoşun da. Qoşun da bir dənə sadə bir yazıq bir dənə uşaq qoşun. Vura burada. Qoşun ona belə cici bacı deyin də. Deyin. Hə? Pulu var deyə. Mənlə danışmır heç elə. 2 gündür onun evindəyəm. Məni elə bir ilan saxlayır. Elə bir ləmansan kobrasan. Kobra ilan elə bir saxlayıblar evdə. İndi adamı sancaysan bəyəxsən. Amma mənim də bir dənə qanun var. Mən susan adamam. Mən heç kimin damarını basan adam deyirəm. Mən susuram. Hələ saxlaya bax. Deyir ki, sevər gəlib qulağında nə bilim şey taxıb, nə bilim gəlir söz alır. Ay bacım, mən elə insan deyirəm. Mən elə insan olsaydım, mən o vaxtları mən bununla dostluq edirdim. Bununla biz dalaşdıqda bir kəlmə çıxıb, bu mənə danışmışdı, dərdinlə danışmışdı, sirrini danışmışdı. Elə şeylər var ki, onları bilirəm. Hamısını da danışmışsan, Ləman özün yaxşı bilirsən. Getmişdi ki, reklama getmişdi ki, Ləman yadındadır, reklama getdi ki, oradan çıxdıq ha, orada mən sənə şey də demişdim, o kişi Bülent Ersu'ya oxşayır, Ləman sözünü də işlətmişdim. Və oradan çıxdıq, Ləman sən özün də yaxşı bilirsən. O sözləri indiyə qədər mən ağzıma gətirməmişəm, ay qız. Mən sənə bir dənə söz demişəm, Sən götürüb onu burada izləyicilərə götürüb məni burada şey verirsən. Mən demərəm, mənim yanımda deyir kişinin yanında baş kəsərlər. Adam gedib başqasının söz deyəndə gedib başqa yerdə danışmaq. Sən mənə dərdimi danışma, sirrimi danışma, sənin sözlərini mən bilirəm, bəzi sözlərinizi eləmirsən, durub heç bir yerdə o sözü işlətməmişəm, danışmamışam. Bir nəfər çıxsın desin ki, sevər belə danışmışdı, elə danışmışdı. Mən də istəsəm danışaram, mənim dilim yoxdur, mən də istəsəm pirim yığaram. Yoxumdur mənim. Mən də bu millətə deyərəm ki, mən mələyəm, dostlar. Mən demirəm mən mələyəm. Mən mələk zad deyiləm, heç kim burada mələk deyil. Hamımız da səhv eləyərik. Günahımız da var, hamımız da, amma bir dənə mənim üstümə düşməyiniz məni yandıran bilsə nədir? Ham mənim üstümə düşür. Çünki bilirəm axı, mən zəifəm, mən təkəm, mənim atam çıxıb burada çıxış eləməyəcək, mənim anam dil bilmir, ağız bilmir, o çıxıb burada şey eləməyəcək, xəstə bir adam. Bilirəm axı, sevər təkdir, düşər sevərisin. Kəndilər mənə basdılar, cimci qapımı niyə döyülür? Evimin qapısı döyülür. Səadət gəlir, gözlə. Gözlə gəlirəm. Gözlüyüm yoxsa, gəldim. Gözlə, açıram. Gözlə, canlıyam, ha.
Gəl. Gəl Səadət. Heç nə. Sənə Qonşular hamısı deyir, nə sevər, yaxşıdır. yaxşıyım, biraz əsəbləşdim. Heç nə, ay qız, getdim. Millət mən də qaça-qaça gəldim ki, sevər indi nəsə olub. Yaxşıyam, izləyicilər, sağ ol, yenə sən gəldin səsimə. Nə olub, siz Yox, yox, yaxşıyam, belə pis deyiləm. Biraz, sən qapını döydün deyə biraz qorxdum. Dedim, görəsən nə oldu, ay qız? Dostlarıma niyə əsəbləşdiniz? Sevər nətər qışqırdısa. Ayından bəri qaça-qaça gəlmişəm ki, Sevərin başığı nəsə hadisə gəlib. Ay dədənə nə vay. Millət hamısı yığışıb qapının ağzına. Hamı da mənə qabağa verir. Yox, heç nə olmuyor, sən qapını döydün deyə mən qorxdum. Sevər. Səni kör qalma. Qorxdum. Mən qorxdum, sən qapını döydün. Dedim, heç kim bizim evdə tanımır, necə ola bilər bu? Ay dədə, bu səs bundan çıxdı dostlar. Bu səs bundan çıxdı. Bir hay həşir. Bax Səadət, gəl düzün danış. Neçə vaxtdır bu qızdan dostluq eləyirəm də millət. Və TikToka ilk gələn gündən bu məni sayıb. Bax, bu qız məni birinci bu məni sayıb da dostlar. Gəl düzün da. Tərifləmə səbəbi də izləyicilər yazsın da. Dostlar, mənə evi almasında bu insan kömək eləyib. Düzdür, eləyib. Mən bu mənlə görüşüb, eləyib. İlk dəfə TikTokdan bundan peyka eləmişəm. Bizim aramızda söz-söhbət də olub, dalaşmışıq da, şey eləmişik. Qırmışıq da. Amma biz heç vaxt çıxıb canlıda bir-birimizi pisləməmişik. Elə özümüzü aparmışıq ki, biz elə bir cici bacıyıq. Yenə də biz çünki niyə biz? Bəs biz burada dalaşırıq, deyirik. Sonra bizə deməyəcəksiniz, tüpürməyəcəksiniz. Bizim üzümüzdə siz buradan bir-birinizi bu burada yeyirsiniz, sonra da gedirsiniz cici bacı olursunuz. Deməzsiniz bizə, deyərsiniz. Xahiş edirəm bunu qışqırtmayın. Çox xahiş edirəm. Yox, məni yandıran sən nədir? Mən heç nə eləməklə mənim üstümə gəldilər. Su iç biraz. Bunu da içə bilməm, pişik götürüb içib. Harda su var? Deyir, mən gətirim Buradan sənə. içəri iç gətir, narahat mı? Otur, sən də ayrı edib dövizə gəlir. Toba, mən qışqırdı, nətər qışqırdısa, baldızım dedi ki, o Sevərə nəsə oldu. Dedim, bu da evdə indi baxmadan, maması buradadır. Keçif qonşuya dedim, təhdi. İndi bunu dedim, görən nə olub, az buna qaça-qaça gəldim. Melis də məni tişdək eləyib, nə var? Mən sevdim. Nətər qaçdım, gəldim, Yox, elə mənim tərəfimi burada bir dənə bu saxlayıb, həmişə. Bu həmişə mənim haqqımda. Mən ağlamışam, qaçmışam bunun yanına. Bir şey olub, qaçmışam. Bu mənə həmişə deyib ki, Sevər, sən hər şeyində sənin yanındayam, bir dənə söz. Mən həmişə bunu yaxşı mənə də başa salmışam. Bir-iki şeyləri var, dostlar. O cəhətdə də başa salmışam. Həmişə mənim dediyimin əksinə bəzən eləyir. Eləmişəm. Sonra da peşman olacam. Yenə də yoluma olduğum yerdən davam davam edəm. İndi söz verirsən bu qədər insanın içindəki bir də... Mən bir də izləyicilərimə söz verirəm. Bir də heç bir burada Ləmanla bir də görüşməyəcəm. Bu da söz verirəm. Ləman çünki mənə onu eləməməli idi. Ləmanı qınamıram, heç nə də demirəm. Allah canını sağ eləsin. Allah ürəyivə görə versin. Allah kömək olsun. Sənin də balan var. Mən də bir dənə balaca, bir dənə qızam. Bir dəfəni çıxsın, getsin. Yəni Allah amma mən izləyicilərimə söz verirəm ki, mən bir də bu qalmaqallara görə mən Ləmanla bir ara gəlməyəcəm. Gözünü qoyuram indi. Biz sən nədər Sevər? Mən sənə keçən dəfə nə demişəm? Yox, Meyza deyir ki... Bax, aşkım, bir dənə diqqətən Bir dənə söz deyim, söz bir dənə diqqətən mənə qulaq as. Bax, bir yerdə gedirsən, çörək kəssən, düzdürmü? Nə oldu dəqiqə getdin? Bax, getsən bir yerdə çörək kəssən, düzdürmü? Yəni, bir yerdə çörək kəsdiniz, dostluq elədiniz. İfsiyo, oldu, qutardı, aranızda söz-söhbət oldu. Sən onun üzünə hər bir şey dedin. O da indi bilmirəm, demişsiniz, deməmişsiniz. O da sənə deyib, söhbəti bağladınız. Yox, məncə danışıram, mənə belə eləyir dünənləri. Sən mənə qışqırırsan. Ay, deyirəm, ay qız, mənə indiyə qədər görməmişsən, sən desin ki, sən niyə belə qışqırırsan? Normal şəkildə mən danışıram. Dostluğunuz alınmırsa, yəni, onu nətər demək, məcbur deyil də davam elətdirəsiniz. Bildin, nətər Sevər. Əgər bir insan sənə yaxşı gəlmirsə, qəlbivə dəyirsə, amma normal şəkildə, hörmətlə, sağ ol bacı, öpürəm səni, müğayyət ol, belə. Amma söz, söhbət, artıq əksik bir şeylər lazım deyil. Məsələn, nə dedim? Yəni, artıq bir şeylər lazım deyil. Oldu, keçdi, qutardı, getdi, vəsiyo. Və bu, ən əsas sənin o başqa sözlərdə artıq əksik deyilən sənin haqqında tərbiyəsizcə. Mənə deyir, Sevərlə mən də dostluq edirəm, dostlar. Sevərin haqqında bəzi sözlər var ki, xoşa gəlməz işlənir də. Onları sən
bil, özünə denən, özün otur bir qabağına fikirləş, yığ nömrələrini danış ki, Deyədən belə mən sözlər danışmışam. Niko deyib ki, mən bir də o haqda danışmayacağam. Mən bir də bəziləri mən də yorulmuşam bu söz söhbətdən, oğlan dedi. Mən də yorulmuşam bu söz söhbətdən. Mən bir də bu söhbət dedi ki, dünənləri danışdıq, dedim, yaxşı sən xahiş edirəm, denən ona. Mən elə bir həddə gəlmişəm, özümə nəsə eləməyə gəlmişəm. Mən də yazıqam. Mənim anamın heç bir qızı yoxdur, nə bir oğlu var, nə bir dənə qızı var. Heç bəlkə sabah mən hansısa bir oğlandan evləndim. İndi balaca boy oldu. Bir dənə balaca boy, bir dənə oğlanla bəlkə mən ailə həyatı qurdum. Deməyəcəklər ki, mənə ay bacı sənə o qədər sözlər deyirlər. Sən necə oldu da? Yəni oğlana da deyəcəklər. Mənim anam niyə bəs mənim gələcəyimi görməməlidir, hə? Mən anama deyirəm kaş ki mənim bir dənə cəhənnəmə mənim boyum balaca qalıb. Heç olmasa mənim bir dənə bacım olsaydı, sən onun gələcəyini görərdin, bir nəvə görərdin, bir uşaq görərdin. Mənim anam bunların heç birini görməyib. Və siz gəlmisiniz ya, sizin də uşaqlarınız var, sizin də övladlarınız var, sizin də nə bilim, sizin də əzizləriniz var, sizin də əzizlərinizə o sözlər deyə bilərlər. Yəni o söz deyiləsi söz deyil. Mənim izləyicilərim, siz də ağıllısınız, sizin də ağlınız var. Siz də yorumlarda gedirsiniz, deyirsiniz, siz görməmisiniz. İzləyicilik bir şey yoxdur, izləyicilərə o sözlər deyilir, o da kütlə. İzləyici də qınamıram, kütlə də elə kim deyir, kimin canlısında çox adam var, elə bilirəm bu düzdür də. Amma mənim izləyicilərim, sizin ki, mən 5 ildir mən tanınıram, mən o şeylərlə tanınmamışam axı siz, mən o şeylərlə gəlib qarşınızda oturmamışam. Sən səhvin, nə oldu? Sən ilk dəfə yığdım, nə dedim? Dedim, Sevər, bu belə videolar olmaz. İzləyicinin gözündən salır səni. Bu insan həmişə mən bunu zəncirlədim, dedim, o elə videoları sildir, qalmasın. Mən biraz şey açdım, göbək açıb geyinirdim. Yox, onu demirəm. O birisi. Don James, onu bana da icazə vermirdi. O da yox, başqası. Hansısa mən görməmişəm onu. Cəbrə. O heç onu mən dedim ki, bəri başdan zəng elədim ki, Sevər, belə şeylər olmaz. Bilsən nədir? Video deyir. Mən heç kimin nə şəxsiyyətinə toxunmaram. Çünki hamımız bir yerdə blogerik, bir-birimizə salam veririk, bir-birimizin aramızda hörmət var. Mən bunun evinə gedib gəlirəm. İnsan danışanda hörmətlə, izzətlə danışmalıdır. Mənim Ləmana da böyük hörmətim var. Ümumiyyətlə, hamıya mənim hörmətim var və heç kimdən hörmətsizlik görməmişəm. Heç kimə də hörmətsizlik etmirəm. Çünki dediyim kimi, hamımız platformadayıq, hamımız da üz-üzə gəlirik. Bir-birimizə hörmətimiz olmalıdır və hamısında xətri əzizdir. Sadəcə Sevər. Məsələn, mən görsən, kim nəsə dostluğum alınmırsa, alınmır. Bunu ki, izzət qutardı, getdi. Sən də həmçinin kimisə özünə yaxın bilirsən və ya elə şeylər var ki, sən danışmamalısan, gedirsən, danışırsan, o olmaz. Bildin nətər? Hər kəs sənin dostun ola bilməz. Hər elə salam verdiyin insan sənin dostun ola bilməz. Ancaq belə salam, sağ ol. Valla məndə bir dənə xəysət var. Hamı da qalır. özüm kimi bilirəm. Hamı deyirəm, güdürəm. Çox yaxın olanda arada, səhv deyirəm dostlar, arada çox belə yaxınçılıq olanda arada hörmət itir. Bəlkə də məsələn, Ləman ona pis mənada nəyisə deməyib, amma o insanda o elə bir söz var ki, bunun qəlbinə dəyib. Məsələn, mən kimləsə dostluq edirəm, o elə bir söz işlədir ki, mənim pis xətrimə dəyir. Ola bilər o sənə başqa nəsə niyyətlə deyib, o sənə qəlbivə dəyib. Onu sən nəzər, hər kəsin qəlbi qırıqdır. Çünki hamı da bu ara üstüvə gəlir, hamının sözü sənə pis gəlir. Başa düşdün? Hamının sözü sənə pis təsir edir. Ona görə də bir müddət hər kəs görsən bir müddət uzaq idin. Nə söz var idi, nə söhbət var idi. Uzaq. Yəni ona görə uzaq. Görsən ki, məsələn, bununla alınmır. Bizim səhərsi gün gəlib belə yabırsılıq olur. Nəsə arada problem olur. Ona görə uzaqdan uzağa. Salam, sağ ol, qıraqdan qırağa. Ev içi olmazdı. Yəni uzaqdan uzağa. Hörmət qalmalıdır öz yerində. Amma o dediyim kimi, o artıq əksik sözlər işlənir, onlara bax diqqət olmalıdır. Məsələn, o artıq əksik. Bu qız uşağı, dostlar, mən bu insanla evinə gedib gəlirəm. Düzdür, bu da mənim evimə gedib gəlir. O artıq əksik, o başqa temalar olur, nə bilim, nəsə də artıq əksik. Yəni o şeylər biraz xoşa gəlməz sözlərdir. Yəni o sözləri məncə işlətməsək daha yaxşı olar. Çünki bunun ətrafında da insan varsa, o deyir, dostunu görsək deyim sən kimsən. İstər-istəməz təsir eləyir. Mən Sevərdə artıq elə bir şeylər, Sevər məndən indiyənə kimi heç bir şey gizlətməyib. Amma Sevərdə artıq əksik elə bir şeylər mən demişəm, hər şeyimi görsəm, Allahın dostunu Sevəri özüm döyərəm, belə qəşək şillərin də altına salaram. Bunu haqqı da var, çünki o insan o eləyib də, o mənim yanımda çünki mən bunun səhvini görsəm, artıq əksik bir şeylər var. Neçə dəfə səhvini görüb demişəm də, danlamışam da, sözümdən də qayıtmayıb. Düzdür, biraz
belə onu əvvəl eləyib, sonra mən demişəm, o şeydə eləməyib. Amma bu o demək deyil ki, bu tərbiyəsiz bir şeylərdir. Bildiniz necə? O elə şeylər var, onlar elə şeylər Valla var. mənim 23 yaşıma, mənə indi bu həyatın üzünü görürəm. Hələ mən indi yaşayıram. İndi həyatım indi hələ yavaş-yavaş gözüm açılır. Bəzi şeylər var ki, eləyirəm, sonra deyirəm Səadət bəs. Bəs Səadət deyir ki, səfər olmaz bunu eləmək. Amma durub mənə 700-lük deyirəm. Mən elə bir qız olsam, birincisi ailəvi insanlar Səadət məni öz evinə almaz. Filankəs öz evinə məni almaz. Mən o sözlər biraz yaxşı. Yəqin o da əsəbləşib nəsə ağzından çıxıb, yəqin qızışıb nəsə olub. Hə, o da qızışıb bu sözü dedi. Çünki mən dəfə baxdım, sənə tərifləyirdi əksinə. Mahnıvı görsən qabağa çəkdi. Hə, o elədi. Oldu. Ürəyi təmizdir. Ürəyi təmizdir. Sənə dəstək oldu. Sən o insanı da səhv başa düşürsən. Bildin nətər? O da nəsə olub, o sözü işlədib. Bildin nətər? Əsəbləşibmi? Nəsə olubmu? Yox, mən əsəbləşib. Valla mən orada çünki o sən əgər onun sənə qarşı pis niyyəti olsa, sənin mahnınla video çəkməz, sənə dəstək olmaz, sənə çox istədiyindən. Mən yenə deyirəm, keçən dəfə kayıtlar da çıxdı qabağıma, dedilər ki, sevər, hörmətim var, çox istəyirəm. Mən gördüm o birisini çox istəyirəm. O sadəcə insanların üzünü güldürür, insanlarda gülüş yaradır, hamı da baxır, başa düşdüyüm bəyənir. Bax insanlara sual ver ki, mən orada ağzımı açdım, bir qoşuldum, sən mənə demişdin ki, sevər, artıq qalmaqaldan uzaq dur. Bəs bu mənə üzümü bilə mən orada göstərmədim. Denən ki, sevər, yalan dansı, sən orada Vəlizar dedi, sevər gəlsin, mənim onda nə işim var. Və özümü orada göstərmədim ki, dedim, indi deyəcəklər ki, sevərin mahnısı çıxıb, indi sevər reyting yığır, Vəlizarla nə bilim. Dəstək oldu. Amma o özü mənim mahnımı çıxartdı. Bax, dünənlərin ilk səni çox istəyir ki, yəni arada olan qızışmazlar və bunlar boş o deyir də, deyir mən o mənada demirəm. Mən zarafat mənasında deyirəm. Mən özüm üçün yanında şeylər. O deyir ki, insana qarşı tərəf başa düşən götürür pis başa düşür. İnsanlar pis başa düşür. Yanlış anlayırlar məni. Siz ən gözəl bilsən nə elə? Takip atın, takipləşin, qoşulun bir-birinizlə. Hörmətlə, izzətlə, sən ona hörmət, o sənə hörmət. Yəni mən görürəm də, yenə deyirəm, mənim özüm belə, yəni baxıram Vəlizar hamının, yəni baxır kimdən necə danışır, həqiqətən. Hə. Yəni hörmət, izzət itirən insan deyil. Qarşıda olan insana baxır, ona görə davranır. Yəni mən belə görürəm. Ona görə sən eləyirlər ki, yox, mənim məsələsi oldu. Mən aradan çəkildim. Söhbət oldu, bağlandı. Arada mənə söz atırdı, zad eləyirdi. Arada mənim tərəfimi də saxlayıb bu insan. Eləyib. O mənim tərəfimi də saxlayıb. Sən niyə əsəbləşib? Sən bu ev teması olub deməməyə və o yoxsa pis şey insan deyil, bildin nətər? Yox, ev temasına görə məndən barışdı. O şeyə görə məndən əvvəli deyirəm. Onda o vaxtı ona əsəbləşmişdi sənə. Amma sonra görsən aranızda olan problemi həll elədiniz. Bir neçə vaxt idi sən söhbətdən uzaq idin. Görsən nə sakit, hər şey yolunda. Təzədən başlamısan yenə. Söhbəti bağlayın, hörmətlə, izzətlə qoşulun. O desin ki, belədir, sən də denən belədir. İnsanlar da başa düşsün ki, o zarafat eləyir. Və ya nə bilim, nəsə olub insandır da, olar. Prosto şey eləməyin. Aranızda da problem yaratmayın. Belə. Amma sevərin də haqqında dostlar, artıq əksik söz danışmayın, hər birinizdən xahiş edirəm. Çünki bu da insandır, qız uşağıdır. Qız uşağın babalını yumaq hər birimizin övladımız olar, qız uşağımız olar. Qız uşağının babalını yumaq çox pis bir şeydir. İnsan da ola bilər, karaokeyə də gedər, dostları ilə də oturar. Hansı birimiz oturur? Amma mən eləməmişəm uşaqlar. Onu demirəm, yəni artıq əksik bir şey yoxdur. Yəni sevərim məndən yenə deyirəm. Mən sevərlə elə bir münasibət yaratmışam ki, sevər gəlsin mənə hər bir şeyi danışsın ki, mən bu insana ağıl verə bilim. Başa düşdünüz? Bunun amma o artıq əksik, tərbiyəsiz, belə deyilən bir şey yoxdur, yəni olmaz. Həmişə də bu mənə deyib ki, Sevər, bax eləmə mən, bax sən bilmirsən, sən insanlar elə düşünmür, insanlar elə fikirləşmir. Bax elə geyim olub ki, demişəm sən belə insanıq da, istər-istəməz biz də istəyirik qəşəng görsənək. Bir də burada bəzi fake səhifələr var, burada yazırıq, bu rəqəmləri yazanlar var. Onlara demək, yox, atma bloka, mən qəşəng söz deyim. Onlara demək istəyirəm ki, siz oturmuşsunuz burada davaya baxmağa, bu qızı qızışdırasınız, onun bunun dalınca danışsın. O ona desin, bu buna desin, o ona desin, bu buna desin. Öyrəşmisiniz də davaya. Dava var ki, burada bu qədər adam var. Ki bu qız da qızışsın, ağzından nəsə çıxsın, başlasın əsəbləşməyə, danışmağa. Yəni o yazdığınız sizin özünüzsüz ki, orada artıq əksik yazırsınız. Mən də durub burada qızışdırım, salım cəmaatın üstündən. Olmaz axı, bu da insandır. Əksinə birbiri ilə mehriban olmalıdırlar, birbiri ilə deməlidirlər, gülməlidirlər. Yəni siz burada güya o sözü yazmaqla kimə nə eləyirsiniz? Yəni sadəcə öz tərbiyənizi, öz mədəniyyətinizi burada göstərirsiniz. Mən mehribançılığın tərəfindəyəm. Yəni istər Ləman olsun, istər Vəlizar olsun, istər Sevər olsun. Bir-biri ilə görsən nə qəşəng PK-lar eləyirlər, deyirlər, gülürlər. Niyə?
bu insan Hamımız gedib yayıncı. Sevərlə çörək kəsib evində qalıb, niyə onların arasında problem olsun? Əksinə Sevəri də çox vaxtı qızışdıran, çox vaxtı ümumiyyətcə blogerləri qızışdıran kütlə olur. Kütlə gedir, ondan ona deyir, bundan buna deyir, ondan ona deyir, bundan buna deyir. Başa düşdünüz? Mən də istəmirəm ki, bu qızın ağzından artıq insan hirsli olanda deyir, hirsli başda ağıl olmur. Bunun ağzından olar artıq bir söz işlənər, artıq bir söz çıxar. Qarşı tərəf buna deyər, bu ona deyər. Nəyə lazımdır? Çoxsu da oturur ki, ancaq davaya baxa, deyər, daş daşa, dırnaq daşa, bekarsılıqdan. Amma lazım deyil, valla söz, söhbət lazım deyil. Bir-biri ilə, hörmətlə, izzətlə, çünki bir yerdə çörək kəsmirsə, insan kəsdiyi çörəyə hörmət eləməlidir. Düzdür, kəsmişəm o insanı. Yəni ona görə burada artıq əksik bir şey lazım deyil. O söz deyib, bunun qəlbinə dəyib, qutardı, getdi. Onun da qəlbi təmizdir. İnsan həmişə qəlbi təmiz insanların olur, o dilində acılıq. Həmişə qəlbi təmiz insanların dilində acılıq olur. Düz demirəm, burada indi onu deyirəm. O nə var qızışdırmağa? Qızışdırın, hə? Bu dəqiqə sevər. Oy, həşir, ara qatdı, getdi. Vallahi elədir. Ona görə mən əsas dediyim odur ki, mən Sevərə də bayaq o söz dedim ki, o artıq əksik sözlər işlənməsin, o sözlər aradan qalxsın. Bir dənə bu insanın odur problemi, başqa heç nə. Bu insan da onu demək istəyir, prosto fikrini çatdıra bilmir. Elə bu da başlayır danışmağa, qızışır, elə danışır, bilmir nə danışır. Bunun demək istədiyi odur ki, o artıq əksik 700 teması, nə bilim, o temalar bir dənə aradan yığışdırılsın. Bir-birinə hörmətlə, izzətlə yenə də PK-larını eləsinlər, yenə də oyun oynasınlar, yenə də belə. Amma o sözlər olmasın. Yəni, çünki bu da insandır. Yol çıxır, ağızlarına gələn deyirlər. Maşına minir, ay sən filan. Olmaz da, elə şey yaxşı deyil. Yıxılana balta vurmağa nə var ki? Əsas odur, o deyir, yıxılanı əl verib qaldıra biləsən. Düzdür, dostlar. Yəni, bu insan demək istədiyi odur. Çünki Sevər əks halda başqa cür deyirdi. Yəni, ona görə Düzdür. nə var pislik eləməyə? Mən valla pisliyə nə var? Hamımız pisliyə elə. Mən də eləyə bilərəm. Şükür Allah, bu cürə gözəl dövlətdə yaşayırıq. Qayda, qanun, bu cürə dövlətimiz var, qaydamız, qanunumuz var. Heç kimin nə təhqir eləyə bilməz, nə şəxsiyyətini alçalda bilməz. Hamımız Azərbaycanlıyıq və bu da Azərbaycan xanımıdır. Azərbaycan xanımını əzmək olmaz. Bir-birinin sözü bir-birinə pis gələ bilər, amma oturub normal hörmətlə bir-birini başa düşməlidir. Sevər pişiyin də öz sözünü deyir axı. Deyir, Ləman ağlayır. Niyə? Bilmirəm ki. Ağlamaz, Ləman elə qız deyil. Yazı çoxsu özü elə yazır valla. Valla Ləmanın da ürəyi safdır, yaxşı qızdır Ləman. Buradadır Ləman. Ləman, Ya davet etmək kapalıdır onda. Ləmanda? Hə. Ləman yaxşı qızdır. Ləman nə var dilindədir. Nə var onun dilindədir valla. O qız da valla tək canına, övladına baxır. Yaxşı da çox gözəl baxır. Piran, sən telefonun yanındadır. Mənim telefonum yanında nə olur? Bax, bir dənə gör, Ləman ağlayır deyir. Valla mən də Ağlamaz ağlaya ya, bilərdim, amma ağlamaz. ağlamadım şəxsən. Çünki ağlamaq Ağlamaz, istəmədim. Ləman elə qız deyil. Ləman güclü qızdır. Niyə ağlasın ki sən? Amma bir-birinizdən çörək kəsirsiniz. Bir-birinizdən xətir hörmət var. Hə, ağlayırım gəl. Sevər, eləyəməyim, nə var? İndi mən nə eləyim üçün? Mənim də mənə bəhənə... Bax, qəlbin niyə qırsan da? Mənim də qəlbim qırıldı da, yəni mənim də qəlbim qırıldı elə. Valla mənim də qəlbim qırıldı. O da oradandır, mənim də qəlbim qırıldı şəxsən. Mən istəməm. Bir-birinizlə bax, söhbət eləmişsiniz, demişsiniz, gülmüşsünüz, bax, bir yerdə bax. Dünən necə mehriban deyib gülürsünüz. Bax, ona görə görsən Sevər. Yaxşı, necə qoşulum? Qoşulsun sözü desin də, mən istəmərəm o ağlasın. Hamı yazsın ki, Sevər qoş, bir dənə dostlar. Qoşulmaq istəyirsə əgər. Qoşulsun bir dənə. Və görsən nəyə lazımdır? Aranızda heç bir problem ona görə Sevər yaratmayın, gördün? Və bir-birinizlə görsən çörək kəsirsiniz, onun da qəlbi qırıldı. O deyir, qəlbi evin qırmaq pis bir şeydir. Bax, ona görə deyirəm, bax, Sevər.
Qoşulun bir-birinə qoşulun. Denən ona qoşulsun dediyinə da görə şey onda. edin. Denən istək atsın mənə. Sən orada yaz, sənə cavab verər o. Təngüm görəcək mesajımı. Ha, görəcək. Ona bir dənə kalmaylarında at, görəcək. Denən qoşul. Yazıq qız. Qoşul sən. Qoşula bilmədim, bağlayıb məndə. Hə, bax indi istək Hə, atıram. at bir dənə qoşul. Üzr üstə barı. Qəlbimdə nə var qəlb görmə. Olmaz. Danış üzr üstə. Mən sənə pis elədim ay Sevər. Mən sənə pis davrandım. Mən evimdə çox yiyiblər deyirsən. Ayıb deyil Bilirəm, sənə. üzr istəyirəm sən ağlatdığıma görə. Mənə istəmirəm lazım anlayın. deyil üzr istəmək. Sənə nə pisdir? Səni döymüşəm canlıdan qıraqda. Yox, Taksi döymə, puluna mən qədər mən verdin. sən Sən nədəyim, normal mən çox danışmayacaqdım, Ləman. Mən Sən mənə danışmayacaqdım. yazmadın. Sən Qulaq orada as deyirsən ki, qulaq as. Meyza Sən deyir ki, mənə Sevəri yazmadın döy. gəlim sizə. Sevər Aşkım, mən indi yazılarım yaz- durur. Mən indi Sakin. bundan neçə ay qabaq mən sənə yazmışam, demişəm can, ürək gəl qarışaq, səndən barışmaq istəyirəm, danışmaq Neçə ay qabaq yox Yazmışam. Sevər. Bir 2 həftə bundan qabaq mesajım var ki Bir gəlim həftə sizə. Yazırdım da, düzdür, mən sənə yazmışam. Amma Sən niyə deyirsən Ləman Sevər- özü çağırdı məni, mən Sevər getmirdim. Qulaq as, su söhbəti var. Onu neçə o vaxtı sənə yazmışdım su söhbətini. Sən də o günləri mənə direktdə yazdın ki, Sevər su gəlir, gələrsən, evə gedim, gələrsən. Direktdə mesajlaşmışam səninlə Qulaq as da, Direktdə. bu mahnı çıxandan sonra Ləman sən mənə dedin ki, gəl bizə. Sən bizə mənə evə Yaxşı, çağırdın. hə, yaxşı, onu bildi. Yaxşı, onsuz da mesajını qoydum, gördülər. Sən üzümə durasan olsun. Qulaq as, başqa söz deyirəm. Yaxşı, başa düşdük. Velizar sənə nələr dedi, niyə cavabını vermədin? Və getmisən evə, ondan danışdı, məndən niyə danışdın? Danışdım da Velizara. Nə danışdın? Deyirsən ki, Velizar gələndən deyirsən başınıza daş düşüb. Az sən nə danışırsan, fərqindəsən? O nə sözdür deyirsən? Ailəmə mən orada onları danışmayacaqdım. Sən orada mənə o qədər sözlər Yox, dedin sən ki. Velizarın tərəfini tutursan, Sən də Meyzan tərəfini tutursan. Səbər, qulaq as, Beyzaqsansa çıx, qulaq as. Sən Belizarın tərəfini tutursan bayaqdandan, evində çörək yediyin adamı satırsan, onun tərəfini tutursan. Ondan o çox tərəfini səni tutmamışam. Qulaq as, sən onun izləyicisi ola bilər, amma mən yaltaq deyiləm. Sən ona yaltaqlanırsan izləyiciyə Mən görə. ona Belə həyasızsan, belə qiriyyətli qızsan. Qulaq as, belə həyasız, belə qiriyyətli qızsan, belə yaxşı qızsan, belə zor qızsan. Get sənə 700 deyənə, o bir yağ deyirdi, nə çıxardıb hamıya sübut eləyəcəm. Get ona sübut ola, bizə yox. Ged onun kütləsi yazır 700, bizim yox. Ged ona sübut elə. Sənin gücün bizə çatır. Bəs sizin də gücünüz mü? Bəs Meyzan da gücü Mən mənə səni çatmır. doydum. Sən Beyzənə problem var, özün bilərsən. Mənim evimdə mənim üstümə Sənin heç kəs canında çıxıra deyil, bilməz. Nailama. Sən canına qoşdun. Sən də söhbəti mən orada bir dənə dedim ki, bir dənə damlanın adını çəkdim. Sən dedin ki, danışma falan kəsdə mənim canımda. Yaxşı, indi qulaq as. Sən Yaxşı, indi yanında qulaq. oturmuşam, Meyzan mənə söz deyir. Okey, indi qulaq as, indi qulaq as. Arzum. Məni sakit dur. Ad gününə yalvar yaxar çağıran adamdır. And verən adamdır. Gəl, mən getməyən adamam. Gəlsin bura, üzünə də deyim. Mesajları da durur. 1. Məni ad gününə çağırıb. Səhərsi gün səni ad gününə çağırıb mənim dalımca danışan o minisifət var ha. Sən onda ona deməliydin ki, mən Ləmanın evində çörək yemişəm. Ləman mənə səndən yaxındır. Mənəm yanımda Ləmanın dalınca danışma. Durardım o stoldan çıxıb gələrdim. Qulaq as, haqdan Mənim ağzımda danışırsan. deyil o nə deyim, nə Haqdan deyim. Mənim danışırsan yanımda burada. deyil bunlar. Haqda sən dünən mənə dedin ki, Arzum sənin dalınca da. Arzum məni ad gündə çağırır, mənim dalınca danışır buna. Kör dünyanın arası Məni bu da. qədər yandırmazdı. Amma mənim üzümə baxır deyir o sözü. Mənim üzümə, mən sənin yanındayım. Sən mənim yanımda otur. Hə, indi Meyzə də mənim üzümə baxdı. Sən özünü Arzuma mənə görə pis eləməmisən, mən sənə görə niyə Meyzəni özümü pis eləməliyəm, hə? Ay bacı, o mən pis olmadı. Mən ona görə pis Yaxşı, olmadım. belə indi getdin evində Sən şüvənli bilirsən ki, elədin, ha? Meyzə, narahat olma. Yəni Qulaq as. Getdin indi evində şüvənli elədin, səs vatdın Meyzə belə. Meyzə oturmuşdu, sənə sözlərin deyirdi, düzdür? Bir kəlmə deyərdin ki, Meyzə, həddimi aşma, mənim söhbətimi eləmə, bu bir. İkincisi səndən üzr istədi. Mən deyirdim də, mən orada sözümü deyirdim, qoymadım da. Sən demədin, sən belə oturmuşdun, bacanlıda, kayıt da var, ayda. Sakit qoqur sözümü desin. Mən orada Meyzə sözümü deyəcəkdim də. Sən dedin ki, Meyzə söz deyirsə
Az mən Meyzadan danışıram. Nə deyirsən? Buna deyirsən söz yarım saatdan bir çatır. Meyza Sən də deyirəm, şırtın Meyza. düşür qalxır. Meyzadan danışıram mən. Meyzadan ləmə. Deyirəm ki, sən mənim yanımda oturdun. Sənə deyirdi də, mənə demir. Deyərdin ki, söhbət açanda. Deyə bilərdin də, ay bacı, necə indi dilli ötürsən? Deyirdim Mən ləmə. söhbəti Sən dedin danışma. ki, mən onunla danışırdım. Sən dedin ki, Meyza Deyirdi, Meyza mənim anam deyil, bacım deyirəm. deyil. Meyzaya sözünü sən de, mən niyə deyirəm? Əlbəttə ki, mən deyəcəm. Mən deyirəm sən Meyzaya söz Və mənə niyə pors eləyirsən, mən gedirəm. Ay bacı, sən orada məni yandıran bilsən nə oldu? Mən ki, zaten gedəsiydim. Məni yandıran olursa Meyzaya dedim. Heç mən Meyza çıxdı getdi düzdür. Bunun danışığına bak, bunun danışığına bir şey başa düşən var. Sənə bir kəlmə belə demədim mən. Bir kəlmə belə demədim. Bir Sən yavaş orada danış qayıtdın da, dedin ki xəstə Meyzaya. Meyza narahat olma. Yəni Meyza sevəri savcıya itin yoxsuna neysən elə amma Aslında nə danışıq da, ay bala, sən nə Məsələn, istəyirsən? Məsələn də yəni elə çıxır da sən sözündən. Aslında elə çıxır mənim sözümdən. Mən qarışmadım sizin işinizə. Sən də çatır ay sevər. Sən desən Meyza narahat olma. Bu nə deməkdir? Meyza narahat olma. Nəyinə rahat olma dedim ay uşaqlar mən orada. Bunda çatmır bunun başında. Demədin sən Meyza narahat olma. Nəyinə demədin. rahat olma dedim. Yəni Meyza dedi ki, ay bacım mən gedirəm, nə bilim mən orada Nəyinə rahat olma dedim. Sən xəstəsən. İzləyicilər yazdı ki, səbəb pis oldu, səbəb pis oldu. Sən də qayıtdın Meyzaya dedi. Meyza dedi mən gedirəm. Sən də qayıtdın Meyza. Ay millət Mən demədin. sənə görə onun suyuna gedirəm ki. Ay bambılı, Meyza narahat olma. qulaq Uşaqlar as. siz anlatın. Mən sənə görə ay sevər dayanmırsansa bas bayram mən özüm danışım. Get o tərəfə yeri. Sən sənə sərf eləyən Mən sənə görə azı nə verə sərf eləmir. Sən Allah yanında sənə başqa sərf eləyən danışsan. Mən burada özümü də burada mənim də günahım ola bilər. Sən də Bir diyan da danışaq. Sən xəstəsən bir diyan da. Mən aranı sakitləşdirirəm ki, sabah gəlib sənə Meyza dəstək olsun. Pislik elədim sənə. Narahat olma, mən də dedim ki, yəni qırışmayın bir-birimizlə. Sənə belə də ki, Meyza gizlin olan şey deməyib ki, 1 milyon görüb də qucaqdan ay düşməyi. bacı, bir milyon. Elə danışdı, elə bir sənin Meyza ifşabı qoyub ortalığa sən xətrübə qayıb, ay sevər. Bu mənim şəxsi həyatımdır, düzdür? O boyda tiktokerlər nələr dedilər. Az bildiyin neydi, sən də tiktokersən, sənə də deyirlər, hə? Lancət belə. Demədi ki, 1000 dənə oğlanın altından çıxan, sən də mənə baxışla, o da mənə baxışlasın. Az elə sözlər danışma, indi çıxardacaqlar sənə. Ay bala, ay bacı, ay bala. Yox, qızla görüşən, oğlanla görüşən, bunlar bəs bunlar eləyəndə okeydir, halaldır, mən eləyəndə. Yox. Allah'ım əsirgəsin. Ay qız eşidirsən, Meyza sənə hansısa İraq olsun, Telegramda sənin belə gizlin olan video açıb çıxartmayıb ki orada 4 milyon Çıxardı da izləyib. bilmə, çünki elə bir şey yox. Ay bacı, sənin 4 milyon izləyib video. Allah'ın bildiyin bəndədən nə gizlədirsən ki? Meyza sənə nə dedi ki? Sənin o 4 milyonun altında yazılan sözlər sənə təsir eləmədi. Meyzanın sənə məsləhətləri təsir elədi. Meyza mənim xətrimə nə deyil? Bəli, o bucağa düşəndə bu işlərdə video əlavə çəkdin. Onlar sənin qiriyyətinə toxunmadı, bu toxundu. Çünki Ləman evində sənə ona görə daş Ləmanın başında partladı. Mən öz evimdəyim, bura mənim evimdə. Bu bağlana bilər başa. Söhbət bağlana bilər. Söhbət bu neçə ayın söhbətidir. Meyza Bildim, yaxşı, hər şeyi qoy qırağa. Səndən qoşuldu sözü dedi. Hə, niyə? Yaxşı, hər şeyi qoy qırağa. Okey, burada mən tutaq ki səfər, məsələn, qulaq as. Yaxşı, sənə ağzına gələn deyən Velizarın nə tərəfini tutursan bayaqdan orada? Mən Vəlizarın tərəfini, mən Vəlizə də sözümü dedim burada. Nə dedin? Dedin ki, tiktokerlər Demədim, Velizar demədim. gələndən basımıza das düşüb tiktok təllər. Bu sabunluqdur da Velizara. Ay, bacı, düz Sən sabunluq 70 şir deyil. edirsən Velizara. Ay, bacı, ay, bacı, Neyinizə Velizar olmayan papağın qoyacaq sən başına? Hə? Sən də olsan düz Az olmayan papağın qoyacaq Velizar başına. Sual verirəm sənə. Vallahi düz danışmışam. Düzdür, mən burada səhv də yolana, mən düz olanı da danışmışam. Daşqım. Sevər, o kafedə oturan oğlanlar olur, o insan söhbətə gəldi, gedər, bunun özün səhv canlısını olur, 100 düz qay çıxmaq istəndi. istəyən o. Sən mıdır? Bir iki dənə oğlanı, onlara oxşursan, nə bala sən? Bu nə özüm ölüm, bu nə hərəkətlərdir? Ay bacım, mən danışığım belədir. Sən bəyənmirsən, sənin problemindir. Sən elə danışdın, mən durub sənə deyirəm, ləmə sən niyə o tarzda danışırsan? Sevər, sən çox nankör qızsan, çörəyi də dizilmişsin. Nankör söhbəti deyil, ay bacım, mən sən Nə də Allah yolunu açıq eləsin, mən də sənin takibdən çıxardım. Elə sən belə çıxıb gedərsən, dava get ağla. Ağlamaq qalsın, mən də oturub burada ağlayayım da onda. Onda ağlayım. Ay uşaqlar, mən burada həmişə ağlamışam, düzü. Mən bugün kimi ağlamıram. Niyə? Çünki mən niyə ağlamalıyam? Niyə ağlamalıyam? Ağlamıram. Sözümü dedim, bitdi, qurtardı. Düz danışıram da. Vəlizlər gəldi, hamımızı elə bir götürdülər, atdılar dənizə. Hamımızda şey dedik ki,
Kaş ki bizim canlımızda o qədər adam. Mənim canlı həmişə 400-300 nəfər, 500-1000 nəfər olub. Mən istəyərdim mənim də o qədər izləsin. Başa. Hamı istəyər ki, o qədər insanı izləsin. Böyük kimi Vəlizlərə niyə izləyirlər? Onun bir özəlliyi var deyə siz onu izləyirsiniz. Mənim də o özəlliyimdən olsa, məni də izləyənlər olar. Bəlkə mənim də boyum balacadır. Mən də istəsəm, mən də izlənə bilərəm. Elə şeylər var ki, eləsəm olar. Mən də izlənəm. Bu insan da belə sevildi. Belə damğanı vurdu, gol oldu, izləndi. Başa düşdün? Burada 72 il söhbət deyil. Mən burada yalan danışmıram. Mən burada düz danışıram. Ay millət, yalan danışsam denən səfər düz danışmır da. Ay qız, düz danışmıram. Hə? Sevər canlını bağla. Gəl biraz sakitləş. Belə olmaz. Boğazın cırıldı. Mənim mahnım çıxıb. Mən necə öz mahnımı heç insanlara deyə bilmirəm ki, keçirmə. Mənim mahnım çıxıb. 2 saat olar mənim mahnım çıxıb. Mən onu deyə bilmirəm ki, ay millət, mənim mahnım çıxıb. Xahiş edirəm, keçin mənim mahnıma baxın. Hanı mahnım? Deyən görüb dostlar nə mahnısı çıxardı. Bir dayanın görüm. Bu qız neyniyib, sevər. Görüm klipi nətər çəkiblər, sevər. Söhbəti bağlayın, qutardı getdi. Baba, sağ ol, sevər. Dostlar, sevər hoqqa verir. Deyən ki, etdik. YouTube'da dostlar gedin like. Dostlar biraz özünüzden danışın. Nətərdir vəziyyət, nə var, nə yox? Salamatçılıqdır. Sevərin təzə mahnısı necədir? Mənim kukula qızlarım, yazın görüm. Mənim izləyicilərim var burada. Əla. Uşaqlar, Sevər Rəhmanova yazıb baxa bilərsiniz YouTube'da. Mənim izləyicilərim var burada. Gözəklər. YouTube'dadır təzə mahnısı. Tamam, başımıza dönərəm. Məni sevənlər yazın görüm Saadət. Biraz ara sakitləşsin qızlar. Biz sülhün tərəfdarıyıq. Uşaqlar, gedib baxın görüm neçə nəfər baxacaq videoma. Sonra nə hədiyyə etsən izləyicilərə? Hədiyyə eləyəm onlara. Saadət. Görsən, bazıda necə çox istəyirlər. Videomu bəyənənlərə sən eləmişdin, o necə eləyirlər? Mənə öyrədərsən, mən də Nə hədiyyə eləmək istəyirsən? Kontrol eləyə bilərsən dostlara. Hə, kontrolunu Sonra sən denən mən edeyim onları. ətir hədiyyə eləyə bilərsən. Və ya məsələn 10 manat, bax da burada olur uşaqlar, 10 manat hədiyyə eləyə bilərsən. Elə qız var ki, O necə eləyirlər? Onu mənə bir dənə deyəm. kartlarını atarsan, seçərsən də məsələn Hə. neçənci kommentin sahibinə hədiyyə eləyəsən. Hə, 10 nəfər. Neçə nəfər seçməliyəm? Qızlar ancaq özümüzdən yazın da, başqaza dönən başqa söhbəti bağlayın. Deyən belə Onda bir çevirin dənə göstərin. öyrətsən, bir dənə o eləyək onu. Deyə dostlar, sevər göstərsin. Sən elə də sən elə məndən. Deməli qızlar 10 dəqiqə ərzində kim daha çox komment yazsa, amma Ha, 10 manat. ancaq söz yazın da 10 manat sevər sizə hədiyyə eləyəcək. Baxın uşaqlar. Can bacı, salam Kim əleykum, çox salam, hər da vaxtınız xeyir. kommentləri seçəcəyik. Hə? Hə, kommentləri seçəcəyəm. Elində baxasan da ən çox komment yazana 10 manat atarsan. Uşaqlar, ən çox kim komment yazsa, Amma ancaq komment olsun da dostlar. Prost like eləməlisiniz. Like eləyib buradan təkrara Abunə vurub olun. paylaşın, hə. Burada olan hər kəsdən xahiş edirəm. Bəyli xanımlı çox xahiş edirəm hər birinizdən. Bu 72, nə bilim 30 belə şeylər yazmayın da, çox xahiş edirəm. uşaqlar sevər. Hələ ki telefon məndə dostlar. Nə olar? Qəşəng söz yazın. Başınıza dönərəm. Keçin hər kəsdən hamı keçsin bəyənsin də nə olar. Yeni gələn hər kəsi selamlıyoruz arkadaşlar. Dostlar, keçid eləyin, zəhmət olmasa Sevərin təzə mahnısını. Çox sağ ol bacı, var olasan. Öpürəm böyüklərimizin əllərindən. Sevərə görə də, Hayküyə görə üzürü sayın. İnsan da uşaqdır, başa düşmür. Dostlar, bir də mahnını like eləyək. Bir də bol komment yazaq. İzləyicilərlə görüşü necə eləyirlər? Görüşərdim onlarla. Sevər inşallah ayın 2-si bu mahnını oxuyacaq məclisdə. İnşallah. Dostlar, bir də mahnını keçid eləyin canlıdan bura deyə like eləyirlər. Əla dostlar deyə nə qədər komment gəldi. Çox sağ olun. Allah da sizi sevindirsin. Siz ki bunu sevindirdiniz. Sədoş, haycan bacı. Haycan. Tamam, mənim qızlarım buradadır. Aleyküm salam qızlar. Ay Səadət. Haycan bacı, buyur. Dostlar, Sevərin təzə mahnısı çıxıb. Bir dənə zəhmət olmasa dəstək olaq. Çıxın bir dənə dəstək olun, gəlin. Artıq YouTube'dadır. Sevər Rəhmanova gecələr. Öz YouTube kanalında paylaşıb. Bacı, like min olub məncə. Sevər, baba. Abunə olun. Dostlar məncə sözdən çıxmaz. Ay Allah. Gördün?
Mən bilirəm də Allah haqqı. Öpürəm. Bir dənə siz dostlar. Ay, Allah da sizi sevindirsin. Bax 520 komment gördüm. Xoş sözlər yazın dostlar. Bir saniyə canlıdan çıxın. Bax 6000 nəfərsiz. Hər birinizdən xahiş edirəm. Bir dənə like eləyib. Qaydın. Bir saniyə. Komment yazın, qaydın dostlar. Like eləyib, komment eləyib 4000 oldu maşallah. Dən görüm YouTube studiyamızda nə qədərdir arkadaşlar. Bir dənə baxaq görək Sevərin YouTube studiyasında nə qədərdir. Bu mənim studiyamdır. Hə, 8-ci yerdədir. Mənim kanalım, mənim sənin kanal. Estağfurullah, sənin kanalındanı bəs. Bu sən Bu mənim kanalımdır, hə. Bu səndə, bu sən. Bəs sənin kanalındanı. Sənin o bir telefonda yoxdur sənin kanalın. Yox, keçin. Ondan da belə dostlar, Sevər Rəhmanova yazırsınız. Mən də deyirəm. Keçid edirsiniz bura. Deyən. 4100 oldu dostlar. Bunu bir dənə YouTube studiyasında baxa bilərəm. Sevərin təzəman 700 neçə komment oldu Sevər. Görsən, havalıdır sizə dostlar. Vallahi çox sağ olun. Öpürəm əllərinizdən. İndi seçərik bir dənəsi də kontur atarıq onlara. İndi elə burada canlıda seçib atarıq kontur. Yaxşı. Yenini bas. Yoxsa məndə sənin telefonun. Hə, səndə olur. Ən yeni amma məndə də olur da. Ən yeni belə elə bax görək. Uğurlar çoxsun. Nə qəşəng xoş sözlər yazmısınız. Görürsüz, ürəksiz, ürək. Allah sizdən razı olsun. Neçə nəfər var? 4100 nəfər var. Yəqin hamısı çıxıb gəlib mahnıya. Dostlar, bir dənə zəhmət olmasa Sevərin kanalına abunə olub 6100 abunəsi var. Bir dənə mahnısını like eləyib. Buradan da bol-bol komment yazaq. 1200 oldu gördünüz Sevər. Like. Necə şeylər trend eləmək olar? İndi keçilib düşəcəkdir. TikTokda paylaşa düşürür. Dostlar, baxın klipi də yayımdadır. Bir dənə Sevərə dəstək olaq, təzə mahnısı çıxıb. YouTube'da düşür. Maşallah, bax Sevər 4300 nə qədər oldu. Öpürəm dostlar. Ürəksiz dostlar, çox sağ olun. Allah razı olsun. Yazım düşdü, gözdə baxın bacı. 800 nə qədər oldu. Səsdə də. Qəşəng sözlər yazı var. Görsən sözü Sevər. Bir dənə siz uşaqlar, əla gedirik. Dostlar, bir dənə zəhmət olmasa mahnını like eləyib. Canlıdan çıxın gedin YouTube'a. YouTube'da Sevər Rəhmanova gecələr yazsa çıxacaq. Elə öz kanalındadır. Əgər ürəyiniz istəsə kanala abunə olun. Əgər kanala abunə olmaq istəməsiniz də like eləyib bol-bol komment yazın. Adım Culaydı. Lap yaxşı bacı. Əla dostlar. Əla super gedirsiniz. Dostlar, baxın, deməli, axtarış yerində yazırsınız Sevər Rəhmanova gecələr. Yazan kimi elə çıxacaq. Buradan like eləyib, buradan da bol-bol komment yazın, zəhmət olmasa. Görüm, Culka gəlirsən, hazırlaşdır. Gedir qız-qıza Nurxaniyə. Qız-qıza gedir Nurxaniyə. Nurxanı haradır? Culkada bizim Culka. Bilirəm, Nurxanı haradır? Haradasan həyatım? Nurxanı, dəniz kənarı. Ora getmişdik bir dəfə ora. Gözəl yerdir. Mücəsən mən. Sən bunu şeylə gedək. Dostlar, bir dənə zəhmət olmasa dəstək olaq. Sən gedə əyni videoyu mən yığıram. Dostlar, Sevərin təzə mahnısı çıxıbdır. Bir dənə belə görsədim. Sevərin təzə mahnısı çıxıb. Belə geyinirəm, bir dənə palto götürürəm özümə. Belə pis deyil, qəşəngdir. Hə, belə geyin. Belə geyin, üstdən bir şey atarsan. Dostlar, Sevərin təzə mahnısı çıxıb. Axtarış yerində Sevər Rəhmanova gecələr yazırsınız, mahnı çıxacaq. Zəhmət olmasa like eləyib, buradan bol-bol komment yazın. Sevərə dəstək olaq. Bu da klipidir. Eynirəm səni, gözlərim qapsana, yata bilmirəm, gəl məni səslə. Haradasan həyatım? Mənim başıma. Bu kızı tanıyırsan da, sevişko. Sevərin də təzə mahnısı çıxdı axı gülü. Az onu əsəbləşmişdi. Hə, yaman əsəbləşib. Canlıdayıq elə mahnısını göstədirik. Səni gözləyirəm. Gözdə konum atır. Yaxşı. Geçen hadi konuş faydalıyor. Gelesi yemeğimizi alsana. Ya söyleyince bir şey yoktu. Giyin. Geceler uzun, geceler sessiz, seherin etrin, eynirəm sensiz. Qəlbim, gözlərim xəstə,
Yata bilmirəm, gəl məni səslər. Uzun gecələr səssiz, səhərin ətri deyirəm sənsiz. Qəlbim, gözlərim xəstə, yata bilmirəm. Gəl, götür. Herkes yorum Elə buradan yazsın. başdan deyil. Dostlar, girirsiniz YouTube'a. YouTube'da Sevər Rəhmanova yazırsınız. Sevər qəşəng gedir maşallah. 4600 oldu. Tamam. YouTube'a girirsiniz. YouTube'da yazırsınız Sevər Rəhmanova. Sevərin mahnısı çıxır. Oradan da bol bol komentlər yazırsınız. Ben Julia koment derim. O kadar koment dedim. Sevərə koment. Dostlar bakın girirsiniz buraya. Uyumak istiyorsanız lütfen bu uygulamadan uzak durun. Kızlar Bakın kızlar. Burada Sevər Rəhmanova yazın. Maşallah çok sağ olun. Sevər. Haycan. Yaxşı sağ ol, Rəm, sən nə tərsən? Gelme karanlık geceler, Ha? takatim yoktu Ne? Ha kimdi? Ha mama olmayandı ben. geceler. Gelme karanlık geceler, Evi değil havalı değil temizlenem. takatim yoktu. Uşaqlar yazırsınız bak bir dənə YouTube'a keçirsiniz zəhmət olmasa. Makyajını ben neydim? Sevər, qapı döyülür. Kim yaz? Kimdi? Kimdi? Kimsən? Sən təhvil edərək. Ha? Sən təhvil et. Kim? Bilməm, qapın döyülürdü sən. Hala mən qorxutma da belə. Allah qapı döyülürdü sən öl. Ya səhvən döyür. Kimdir? Belə söy, kim səhvən döyüb ki? Bütün qapını döyəməm. Səndən başqa heç kimə icazə vermirəm. Ben? Buradadır, qonşuda. Qonşudadır. Uşaqlar, hər kəs keçsin YouTube'a. Bunu bir dənə qoparsaydım heç nə istəmirəm də. Sevər Rəhmanova yazın, gecələr yazın dostlar. Gələcək mənim video. Bunu necə qopardım ay qızlar? Əziyyəti demək lazım, əziyyəti demək. Sevər bayaqdan boğazı cırılır yazımın. Ay, heç nəsə əsəbləşib yenə coşur. Ne oldu, sən əsəbidir. Ağzı cürallağının səsinə tör çıxsa. Sevər, sən zil oxuya bilərsən ha. Ha, mən zil oxumaq yaxşı şey oldu, oxuyur, çıxır. Sevər təzə mahnısı çıxdı, baxdın? Ay olsun, sən onu like eləməmsən. Aa, görsən, Leyla təbrik eləyir. Leyla da o. Ha, Leyla deyil, Leyla deyil. Aşkım, ömrüm çox istəyirəm. Ömrüm demə ona. Hani makyajlarım Leyla? Hani makyajlarım? Hani bunun Lola Kosmetik'in makyajları hani? Kızlar Lola Ayrıca Kosmetik. tersine demedin ne bak sende. Uy, sevər bayaqdan bu Biraz gəlirlər. onarlanmadı. Kızlar Lola Kosmetik'in makyajları Sevər Production təqdim edir. Sənə uyar gəldi, bağla Heç nə canını. olmaz, hədiyyə görə gəlib insərəcək. Axı bəyək bak kısıtlama gəldi. Ha, bilirəm, oxudum. Hədiyyə görə olub. Uşaqlar, hər kəs Aşağı nə YouTube'a qızlar, burada bir də danış geçsin. görün. Ha, aşkım, nə oldu şey? Hediyeler ne oldu? Ha, gözüm ağrıyır. Hədiyələr bunu deyir, makyajı deyir. Sifariş Bilmem edir. de ne bacı. O vakti ne oldu az o kaldı gönderemedim onu ben. Nasıl oldu gönderemedim bacı. Mən də elə Sevər bilirəm. tapmaq olmadı. Yenə qoşulmuşdu sonra uşaqların. Düzdür. Tapa bilmedik. Arada başı kaçır. Da indi Arada Allah'ın Sevər ötesi. qoşulur. Arada başı kaçır. Arada Sevər qoşulur sunan sonra. Ay sever. Haycım. Bak bacı. Bak de. Bak. Sever necəsin ürəyim? Yaxşıyam həyatım, sən iyisən.
Yaxşı. Saadətə ki, hörmətsizlik eləyirik. Saadətdən düşsən bizə küsürükdən. Məcbur biz küsməliyik. Üstün biz elə Nə də o, sənin pişiyindən qan bağırıyacaq sənin. Az pişiyim də o. Az bunun pişiyi qurandan sonra mən qan bağırıladı o. Pişiyim də yoxdur qızlar. Bundan sonra bir oxuya Adət bilmirəm. necəsən? Yaxşı sağ ol həyatım, sən necəsən? Yaxşıyam. Deyir makyajlarım. Dedim Saadətdən küslü olanda bizə küslü oldu. Biz küslü deyildik. Sadəcə küslü olmaz. Hörmətsizlik eləyir kimi bacı. Onu biz elə bildik ki, biz olubdan ha. Haçana qızışam. Ziyad onun huşsuzdur, huşsuzdur bacı, Lama huşsuzdur. şey kipriyimə bax, qızlar ağrıyır. Çıxartdı o kipriyi, nə gəzirsən kipriyində? Ağrıyır. Gör necə neysən? Kipriyi nətər yolub bunun başına. Sən kipriyi kim qaynaq eləyib, inciməsin. Bu nə küçük kipriyik qaynaqda ay Nə sevər. olacaq indi? Quranı biyabısı. Sən Allah sənin kipriyi üçün belə gücünə salıb bədbəxt eləyib səni. Ah, tipindən də çıxarda bilmirəm, ağrıyır. Kimi izin kipriyi qaynaq? Sən gözündə kipriyi qalmıyor, Daha sən kör eləməyəcəm qalmıyor. kiprik. Qızlar necə? Eləmir fəraq normal. Niyə o bizim qoyduqlarımızdan qoymur Saadət? Temu kipriyi, o gün deyil, ikisini dəfə qoymuşduq, qəşəng idi. Prosto bu dibinə çox İndi bunu nətər eləyim qupsun? Ağrıyır. Eləmə, gözlə mikro salasan. Hə, nəysə qızlar, girin bir dənə YouTube-da Sevər Rəhmanova yazın. Sevər Rəhmanova nax qoydum adımı, hə? Kodumu billə, əzbərə billə. Yox, Baba, mənki də. koduma bu əzbərə billə. Şəma baxın. Yox, eyni kod qoymuşam. Mənim başıma nə gözələm ilahi. Mənim kodumu mən bilirəm. İlahi. Hə, baxın qızlar. Görmüş, maşallah. Uşaqlar, Sevər Rəhmanova yazın. Bir dənə zəhmət olmaz. Hamı girsin, baxsın, yorub yazsın, gəlsin. Sevər Rəhmanova gecələr. Aşkım. Ay seni kubonuzum var. Biz ondan sonra barıştık. Aygır. Gələcəm, buyursun, gəl. Təzə tema çıxardıram, buyursun. Dostlar, iki dəfə heç birinə gəlmədi, amma mən yenə də bunu görsünüz. Uşaq, biz ondan sonra barışmışıq da. Görsən, biz ondan sonra bundan küsüydük dostlar. Daha sonra bir qoşulmuşdu Sunanın uşaqlarına. Mən də deyim qoy. Sunanın uşaqlarına qoşulmuşdu. Mən Az də mənim ad günümdür. qısqanmış. Hə də qısqanmışdım da. Orada bir dənə qısqançılıq. Uşaqlar baxın. Hə də oradaydı. Oydu da. Dostlar baxın. Burada Sevər Rəhmanova yazırsınız. Gecələr. Kimin ad günüsünə, toyuna dəvət eləmək istəyirsə, dəvət eləyə bilərsiniz. Gəlib oxuyacağam. İkinci manımda yoldadır, gələcək uşaqlar. Yəni kim öz qulağını... İndi müğənni deyiləm də, indi gəlib burada siz üçün belə zümzümə eləyəcəm də. Kim məni ad günlərə dəvət eləmək istəyirsə, restoranlara zada, buradan səsləndim. Çağıra bilərsiniz artıq. Burası çox qəşəng baxın. Gelme karanlık geceler, takatim yoktur Sizi geceler. sevirəm. Gelme karanlık geceler, Ay çox sevindim. Uşaqlar yazın da Sevər Rəhmanova yazın. İndi mənə çatmır. Mənə bir dənə onu öyrətdi. Evdəsən, bizdəsən? Hə, füsuda ne? Kim saxlayıb deyə çıxarsın da maşını. Gözdə biz çıxıram çölə, gözdə. Gözdə. Nə olub? Suda Cürka Qaqadır. Cürka buradadır. Necə qaqa? Cürka ilə gedirik. Bağlacan. Uşaq bir dənə deyim, axırı dəfə deyim. Mən bir dənə denəndə izləyicilərə bir dəfə də girsinlər, nə olar? Dostlar, məhv eləyib məni. Mən başımın ucuna uşaqlar. Nə olsun, mən ilk dəfə manı çıxartmışam, bəyənsinlər. Dostlar, zəhmət olmasa Sevərin girin YouTube kanalına abunə olun. Əgər abunə olmaq istəmirsinizsə, bol komment yazıb, like eləyib, mahnısına bir də paylaşmalı şey unutmayın. seçək. Paylaşanda da Sevəri xahiş edirəm, tağ eləyin dostlar. Bəli qızlar, ki paylaşa bilərsiniz. deryadan çok Hamı bir dənə ki bağlayıram canım, hamı YouTube'a keçsin. Dostlar, Hamı YouTube'a keçsin inşallah. Bax biyonda qoymuşam zaten. Görüm qoymuşam biyonda. Ayda götürmüşəm deyəsəm biyon. Nəysə. Uşaqlar bir dənə zəhmət olmaz. Dostlar, YouTube'da girirsiniz. YouTube'da axtarış yerinə Sevər Rəhmanova yazırsınız. Gecələr. Sevərin elə kanalı avtomatik olaraq çıxacaq.
Hə, 5000 olacaq mahnı maşallah. Hə, o baxış yaxşıdır. Yaxşı, çıxsan YouTube studiyada baxaram da nə qədərdir. Hə. Dostlar, bir dənə zəhmət olmasa daxil olursunuz, Sevərin bu mahnısına like edirsiniz. 1700 komment var, 1500 də like var, əladır. Super, dostlar. Götürün, paylaşın, səhifənizi qaldırın. Sevərin mahnısını kim paylaşsa səhifəsi qalxacaq. Bəli dostlar, mənim mahnımla qəşən oynayır, rəqs edin, oğlanlar, qızlar. Qəşən özünüzü çəkin. Mənim mahnımla paylaşın, mən də təkrar paylaşım edirəm. Bu video izləyicilərimin qabağına çıxacaq, kəşfiyyat olacaq. Həm sizə xeyir, həm mənə xeyir. Bir Allah Qışqırıb alın, sizi əsəbləşdirdisə eybi yox. Əgər mən kiminsə xətrinə dəymişəmsə buradan bir daha da üzr istəyirəm. İndi həqiqətən mən elə bir insanım ki, mənim qəlbim biraz şey oluram, deyirəm, sonra ürəyim yanır. Həqiqətən bu dəqiqə vicdan azabı çəkirəm, amma nəysə. Oldu da indi həmişə mənim qəlbimə dəyir. Bu səfərdən mən dalaşdım bu səfərdə. Nə edeyim? Hey, da gəl. Getdim uşaqlar. Hamınızı öpürəm, bağrıma basıram. Gedim biraz yemək yeyim. Çoxdaqlasın, kefi yerinə gələcək. Maşallah, sizi çox istəyirəm. Yaxşı ki var. Canım izləyicilərim. Canını da bağlayıram. Canını bağlayıram. Hamı keçsin YouTube-a. Sevər Rəhmanova yazsın. Gəlsin. Xahiş edirəm. Videomu bəyənin, paylaşın, gələcəm. Takip edin canım. Sevər Rəhmanova gecələr yazın. YouTube-da gələcək. Sevər